olsun. Kim bugün hansı işin dalınca gedəcəksə, o işdə hansı qapını çalacaqsa, mütləq şəkildə üzrə xeyirli adamlar çıxsın. Xeyir xəbərlər eşidəsiniz. Bütün işləriniz günün sonuna qədər rəvan olsun. Ən əsası yaxın 2 saatı bizimlə bərabər olasınız. Yuxudan oyananların hər birisinə bir daha deyil, səhərləriniz xeyirliyə aç. Heç sizdən icazə almadan da evinizə qonaq gəlmişik səhər-səhər, gəlmişik bir stəkan çayınızı içməyə. Çay qaynayırsınız mı bizə? Yoxsa yemək çəkmək, mən aşağıda izləmişəm. Qonaqlarla da görmüşəm. Qonaqlarımız artıq studiyamızdadır. Salamlamaq istəyirəm onları. Gülnarə xanım gəlib bugün bizim verilişimizə. Əzizlərim, Gülnarə Samılı bizim həmkarımızdır. Jurnalist həmkarlarımızdandır. Həm də Gülnarə xanım şairədir. Bir üstünlüğü olur ki, o həm də şairədir. Gülnarə xanım, xoş gəldiniz. Çox sağ olun canım. Sabahınız xeyirlər. Sabahınız xeyir olsun. Mən Vazimlərim, salamlamaq istəyirəm. Vazim Akifliyi artıq bizim proqramımızda olub, artıq qonağımız olub. Deməli, biz ona bir qonaq olaraq yaxşı qonluq eləmişik. İkinci dəfə bir də gəlib bizim evimizə. Vazim Bəy Akifli, əziz tamaşaçılarımız, Azərbaycan Uşaqlar Birliyi İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəridir. Həm də region televiziyasında Kanal S xəbərlərin aparıcısıdır. Xoş gəlmişsiniz, sabahınız xeyir. Sabahınız xeyir olsun. Görün, mənim qonaqlarımız bu səhər əhval-ruhiyyələr necədir? Şəxsən məndən soruşursunuzsa, mənim əhval-ruhiyyəm çox gözəldir. Ümumiyyətlə, sizə baxanda istərsiniz, insanda o qədər belə müsbət aura yaranır ki, həddən artıq. Çox. Gələcəm, mütləq gələcəm. Təşəkkür edirəm, mən də yaxşıyam, hər şey yaxşıdır, bütün tamaşaçılara salamlayıram. Biz deyən hər kəs salamlayıram və sizə qoşularaq deyirəm, hər sabah xeyir olsun, inşallah maraqlı və uğurlu bir veriliş alınır. İnşallah. Həmçin mən xəbərlər xidmətində çalışan əməkdaşlarımıza belə heyranlıqla baxıram onlara. Nəyinə? Çünki onların çox qəribə diksiyası və çox qəribə səsi var. Səs tembrləri çox gözəldir. Yəni, hər adam, hamı jurnalist ola bilər, amma hər adam xəbərlər xidmətində çalışa bilməz. Xüsusi seçilmiş insanlardır və onu da qeyd edim ki, xəbərlər xidmətində çalışanlar təkcə səsləri ilə, diksiyaları ilə seçilənlər olmurlar. Onlar həm də təhsilləri və savadları ilə seçilirlər. Çünki ola bilər ki, hər hansı bir proqramda aparıcı bir səhv edər. Tamaşaçı onun üstündən keçər. Amma xəbərlər yayımında hansısa səhv etmək, o artıq olmaz. Bu qadağandır. Bu haqqımız yoxdur. Hə, haqqınız yoxdur. Ona görə sizin işiniz digər belə deyək televiziya aparıcılarından fərqlənir. Siz daha məsuliyyətli, daha ciddi və bugün də təhsillə, savadla məşğulsuz. Təbii ki, mən şəxsən özümə qalsa hər zaman mütaliədəyəm. Yəni, daim oxumaqda, çalışmaqda və daha da irəli getmək üçün çalışırıq. Bu, sırf işimizlə bağlı deyil. Ümumiyyətlə, bu normal həyatda bu belə olmalıdır. Mütaliəsiz insan, yəni savadsız insan, təhsildən kənar insanlar, mən özüm o insanlardan qaçıram. O insanlardan qaçıram. Çünki mənimlə eyni prizmadan həyata baxmayan insanlarla mənim sözüm heç bir zaman tuta bilməz. Bu, mənim kriteriyalarıma uyğun deyil. Bu, sırf xəbər aparıcılarına və ya jurnalistlərə aid eləmək olmaz bunu. Bu, ümumiyyətlə, hər bir sahədə olan insana lazımdır ki, daim mütaliədə olsun. İstər öz sahəsində, istər ümumiyyətlə sosial dünyadan mütaliəsi olsun. Çox gözəl. Sizin necədir fikriniz? Mən ümumiyyətlə həmkarımızın fikri ilə çox tamamilə razıyam. Həqiqətən də insan nə qədər çox oxusa, nə qədər çox bilsə, bir o qədər yaxşıdır. Həm intellekt səviyyəsindən daha da artır, həm mədəniyyət boyunla birlikdə daha da puxtələşir. Bilirsiniz necə? Yəni, hansı ki, bu mədəniyyətə hal-hazır ki, cəmiyyətin böyük ehtiyacı var. Oxumaq, bir daha oxumaq. Yenə də oxumaq. Bəli, və salam. Amma mənə maraqlıdır ki, görürsən şairlər digərlərinin şeirlərini oxuyurlarmı? Əlbəttə. Bəzən şairlər söyləyirlər ki, mən əksər şairlərlə, yəni ünsiyyətdə olanda söyləyirlər ki, mən digər şairlərin şeirlərini o qədər də oxumuram. Mən ehtiyat edirəm ki, birdən öz misralarımda onların misrasından istifadə etmiş olarım, yaxud onların fikrindən istifadə etmiş olarım və mənə belə deyək də kiminsə əsərinin oğurlamış şair kimi deyirlər. Siz necə ehtiyat etmirsiniz? Qətiyyən rahatlıqla oxuyuram, bilirsiniz necə? Ümumiyyətlə, digər şairlərin yazılarını oxumaq, şeirlərini oxumaq, onlardan bəhrələnmək deməkdir ümumiyyətlə. Yəni, bu olmasa bu qeyri-mümkündür. Nə olar ki, hətta ola bilər hansısa misranı mən yazıramsa və yaxud hansısa bir digər şair bu misradan istifadə edibsə, yəni öz aləmində də, burada nə var ki, yəni ki, mən bunu normal qəbul edirəm. Normal qəbul edirəm. Əlbəttə ki, normal qəbul edirəm. Gözəl, gözəl. Əziz tamaşaçılarımız, mən istəyirəm ki, bugün sizinlə bərabər bir maraqlı mövzu ətrafında söhbət edək. Bilirəm ki, bizim qonaqlarımız
üçün də bu mövzu maraqlı olacaq, həmçinin sizin üçün də maraqlı olacaq. Həyatımızı bugün biz sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Necə ki, belə deyəcəm, ötən əsrin ortalarında televiziya ki, bizim həyatımıza qədəm qoydu, artıq televiziya oldu bizim evimizin bir nümayəndəsi. Təsəvvür edin, bir ev alırsınız, ilk olaraq o evə xanımlar nə fikirləşir? Çılçıraq asılmalıdır və televizor yerində olmalıdır. Ondan sonra digər əşyalar haqqında fikirləşirlər. Və sosial şəbəkələrdə artıq neçə ildir ki, bizim həyatımıza elə bir sürətlə gəldi ki, elə bir sürətlə, belə deyəcəm, təcavüz etdi bizim həyatımıza sosial şəbəkələr, özümüz də bilmədən. Hətta istəmirəm, qoşulmuram, mənə lazım deyil, mənim ehtiyacım yoxdur deyən insanlar özləri belə bir müddətdən sonra özlərindən biixtiyar olaraq o sosial şəbəkələrin almışına düşdülər. Və siz necə mənim əzizlərim? Sosial şəbəkələrdən istifadə edirsinizmi? Hə? Edənlər varsa bizimlə əlaqə saxlasın. Sizin fikirləriniz mənim üçün maraqlıdır. Necə istifadə edirsiniz? Hansı yöndə istifadə edirsiniz? İstifadəniz vaxtınızı mı aparır? İstifadəniz əlavə olaraq sizə bilgi mi verir? Ümumiyyətlə, bax, sosial şəbəkələr haqqında fikirləriniz mənə çox maraqlıdır. Telefon nömrələriniz sizin ixtiyarınızdadır. Sosial şəbəkələrdə varsınız? Təbii ki. Hamısında. Hamısında deməzdim. Lazım olanlarda varam. Öz adıma danışacağım. Sosial medyadan danışırıqsa, qısaca bunu vurğulamaq istəyirəm ki, öncəliklə sosial medyadan, internetdən, sosial şəbəkələrdən adiyyətsiz istifadə etmək insanlara maddi və mənəvi ziyan vurur. Maddi də hətta. Hətta maddi. Aha. Maddi və mənəvi ziyan vurur və bunun var, sosial var, asosial. Bəzən sosiallaşmış hiss eləyən özünü insanlar var ki, internetdə yatırlar. Belə lordu belə səsləyirsə, internetdə yatırlar. Virtual həyatda yaşayırlar. Virtual həyatda yaşayırlar. Bu əslində o internet üzərindəki sosiallığın ən normal halıdır. Yəni bu belə olmalıdır. İnternetin sosiallığının elə kriteriyası budur ki, o insanlar, onlar artıq az sosiallaşır. Yəni onlar özləri nə qədər sosial saysalar da əslində sosial deyirlər. Çünki gəlin diqqətlə baxın. Bu tip insanlar əslində həyatının belə deyim, yarıdan çoxunu, gününün yarıdan çoxunu sosial şəbəkələrdə keçirən insanlar, virtual keçirən insanlar normalda cəmiyyətdə ünsiyyət qurmaq qabiliyyətləri sıfıra bərabərləşir. Uzaqlaşırlar. Məsələn, götürək bir restoran. Restoranda oturur 6-7 nəfər bir insan. Hər birisinin əlində mobil telefon, mobil internet və bunlar hansısa bir sosial şəbəkədədirlər. Çox təəssüf olsun ki, bunlar bir-birləri ünsiyyət qurmurlar. Siz təsəvvür eləməzsiniz ki, onlar bir-biri ilə sosial şəbəkədə ünsiyyətdədirlər həmən anda. Orada ünsiyyətdə olsalar da və ya olmasalar da artıq bu virtual aləmə alışmaq asosiallığa keçirir insanı və sosiallıqdan ayırır. Və sosiallıqla asosiallığın arasında çox böyük fərq var. Sosial olmaq ümumiyyətlə dünya ilə təmasda olmaq deməkdir, insanlarla təmasda olmaq deməkdir. Amma asosial olmaq sırf o virtual aləmdə, hətta mən sizə deyim, o artıq psixologiyasında problem yaratmış insanlar da var ki, virtual aləmdə bunlar, bunları dildə desəm, monitor şirləri deyirlər bir-birlərinə, nə bilim, bunlar orada qruplaşmalar yaradırlar. İnternet çox yaxşı bir şeydir. Amma özünə xeyir eləyən və lazımlı tərəflərindən istifadə eləyəsən, bunu mütaliə üçün istifadə eləyəsən, məlumat üçün istifadə eləyəsən, çox yetərincə həddindən artıq məlumat xarakterli saytlar var, xəbər portalları var. Yəni, internetin yaranma tarixinə diqqət yetirsək, uzun danışacağım biraz, internetin yaranma tarixinə diqqət yetirsək, internet Sovetlər Birliyinin peykə kosmik gəmi buraxmasından sonra başlayıb Amerikanın təşəbbüsü ilə hansı səbəbdən Pentagonun, Hərbi Qüvvələrin, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin təşəbbüsü ilə ki, bütün dövlətin birləşmiş kompüterlərini bir xidmətə birləşdirsinlər. Bir nöqtədə Bütünlüyümüzə gəldikcə, inkişaf getdikcə bu artıq daha da müasirləşdi, daha da təkmilləşdi. Amma bu təkmillikdən istifadə edib beynimizi daha da səhv yollara aparmaq düzgün deyil. Hə, amma biz o səhv yollara aparıb çıxarda bilirik, mənim əzizlərim. Bilirəm ki, çıxmışıq da. hal-hazırda, Yetərincə çıxmışıq. hal-hazırda bizi izləyən bir çox sayda valideynlərimiz var ki, o qədər narahatdılar övladlarının gün ərzində. Masif müəllimin söylədiyi kimi bütün gününü sosial şəbəkələrdə keçirdən övladları üçün çox narahat olan valideynlərimiz var. Bilirsiniz, o valideynləri mən qınamıram da, nə etsinlər? Mən heç o valideynlərə belə deyəcəm, heç məsləhət də verə bilmərəm ki, nəyi necə etsinlər? Düzdür, psixoloqlar bir balaca məsləhətlər verə bilirlər, yönləndirə bilirlər. Amma uşaqla deyir, dava eləməyəcəksən, vuruşmayacaqsan, uşağın yanında həmişə ola bilmirsən, valideyn işdədir, uşaq dərsdədir və yaxud dərsdən sonra hansısa bir dərnəyə gedir, valideyn axşam gec gəlir və günün müəyyən saatını valideyn uşaqla bir yerdə olur. İnandırım siz ki, o valideyn evə gələndə də artıq ana mətbəxdədir, ata evdə müəyyən işlərlə məşğuldur, yenə uşaqla ünsiyyət qırılıb. Uşaqla ünsiyyət olmadığına görə uşaq o sosial şəbəkədədir. Valideynlərimizin də bir
dəyişim dövrü olub, texnoloji inkişafların dəyişim dövründə olub bu proseslər. Ona görə bugün valideynlərlə ümumiyyətlə bizim bu gənc təbəqənin hazırda valideynlə ünsiyyətində ən böyük problem budur. Ən O böyük. valideynlərimizin o dövründə olan texnoloji inkişaf bizim bugünkü günümüzə aid deyil. Yoxdur. Bizim bugün uşaqlarımız tamam fərqli səmtdən baxır həyata. Məsələn, tez-tez eşitdiyimiz sözlərdir. Bizim vaxtımızda bu şeylər olmazdı. Bizim vaxtımızda bu yox idi. Bu həqiqətən bir reallıqdır. İnternetdə olan, həyatın daha çox internetə sərf edən insanların, yenə deyirəm, normal həyat ünsiyyətləri çox aşağı düşür. Çox. Normalda ünsiyyət qurma qabiliyyətləri, ətrafları, dost-tanışla münasibətləri. Mən təsəvvür edə bilmirəm. Bircə həftə ümumiyyətlə bütün dünyada internet dayansa, mən elə bilirəm dünya yarısında bir fəlakət baş verir. İnsanların psixologiyasında çoxdur. Bu araşdırmalar da bunu göstərir. Nurani xanım, mən bunu da qeyd etmək istəyirəm. Bu çox ciddi məsələdir. Araşdırmalar da bunu göstərir ki, ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının bir çox tanınmış psixoloqları, institutları bunu araşdırıblar ki, bir sıra internet saytlarda, şəbəkələrdə olan insanların əlindən birdən bunları alsaq, eyni ilə siqaret, narkotik və alkol alışqanlığı yaranmış insanlardakı təcrübəni verir ki, onlardan o alışqanlığı olan şeylərə alınmış kimi o agresiyanı, o depresiyanı o insanlarda görəcəksiniz. O özünə qapanmanı görəcəksiniz. Siz özünüz də istifadə edirsiniz. Əlbəttə ki, mən də istifadə edirəm. Elə qorxudacam da eləməyim. Yox. Oradan bilirsiniz necə, amma ki öz çərçivəsində, hər şey öz çərçivəsində olanda mənə elə gəlir daha gözəldir, daha düzgündür. Bəlkə sizin vaxtınız azdır evdə, çünki sizin övladlarınızın yaşı azdır, az yaşlılardır. Bəli, ona söz yox. İki övladım var, ikisi də az yaşlıdır. Amma müəyyən mənada mən də istifadə edirəm. Mən orada sosial şəbəkələrdə öz şeirlərimi paylaşıram, şəkillərimi paylaşıram. Başqalarının yazdıqlarını oxuyursunuz. Bəli, sözsüz ki, oxuyuram, müəyyən saatlara gidirəm. Baxıram, Mən like eləməsəm də ən zövq aldığım odur, başqalarının yazılarını oxumaq. Amma çox Çünki o yazılar mən həqiqətən insanlar özlərini tam olaraq aşağı Məsələn, çıxardır. burasındadır ki, sosial şəbəkədə bir də görsəm biri yazıb, inboxa yazıb ki, mən bir-belə nəsə yazıram, statuslar yazırsınız, niyə mənə like eləmirsiniz? Bəli, elə də olur, elə də olur. Hətta xahiş da eləyirlər. Əzizlərim, sizin telefon zənglərinizi gözləyirəm. Görün bizim əziz tamaşaçılarımız, siz necə sosial şəbəkələrdən varsınızmı? Varsınızsa adınızı da söyləyə bilərsiniz. Bəlkə sizə dostluq atdır. Zəng edin bizə, mənə maraqlıdır. Görüm sizin necə, münasibətiniz necədir? Əgər valideynsizsə, övladlarınızın, bax bugün sosial şəbəkədə neçə saat olurlar, günün hansı saatları məşğul olurlar, siz özünüz neçə saat olursunuz və yaxud var bizim ailələrimizdə ki, xüsusilə sosial şəbəkələrə görə ailələrdə münaqişələr yaranır. Bəli, doğru. Təsəvvür edirsiniz, belə ailələrimizin sayı çoxdur. Ona görə zəng edin, sizin fikirləriniz mənə çox maraqlıdır. Dostluğunuzda bilmirsiniz neçə nəfər var? Müəyyən qədər var, demək olar ki. Müəyyən qədər, var, yəni nə demək qədər? olar ki. Təxmini bir 400 nəfər olar da. 400 nəfər, azdır. Hətta azdır, indi az da olsa yenə də amma var. Azdır, hə. İndi bizim operatorlardan soruşacağım, dostluğunuzda neçə nəfər var? Oo. 3900, maşallah. Səndə neçə nəfər var? Eyni 3900, 4000-ə yaxın. Bilirsiniz, 4000-ə yaxın əhatə. Siz deməli subaysınız da, toy eləsəz 4000-ə yaxın deməli qonağınız var. Nurani xanım, ümumiyyətlə mənim özüm, yəni ki, hər dostluğu da qəbul etmirəm. Çünki bilirsiniz necə, nə olsun ki, sosial şəbəkədə orada müxtəlif insanlar da var. Misal üçün bilmək olmur ki, kimdir, necədir, nətərdir, elə deyilmi? Ona görə mən sadəcə olaraq baxıram, görürəm ki, onların səhifələrində necədir, necə müəyyən mənada hər səhifə insanın üzü deməkdir də, elə deyilmi? Müəyyən mənada mən orada açıqlayıram bu insan kimdir və həmin insanı qəbul edirəm. Baxırsınız ki, kimdir? Bəli, müəyyən mənada. Çox maraqlıdır ki, niyə insanlar bəzən fikirləşmədən dostluq atırlar? Məsələn, açırsa, sənə bugün ərzində, məsələn, mən açıram, hə, bugün ərzində mənə bir 20 nəfərdən dostluq gəlib, hə, məktub gəlib. Baxırsan ki, bu adam səni tanımır, sən ümumiyyətlə o adamla eyni təbəqənin adamı deyilsən, yaş fərqiniz çoxdur, belə deyək də, yəni həyatda götürdüyün status çox fərqlidir, onunla sənin heç bir söhbətin tuta bilməz, onun fikirləri də səninki tamamilə başqa-başqa olacaq və burada hansı dostluqdan söhbət gedir? Sənin yazdığın statusu o anlamayacaq, onun yazdığı statusa ümumiyyətlə sənin maraq dairədir. Bəs niyə görəsən bunlar dostluq atırlar? Nədir orada məqsəd? Olar mı mən deyim? Birinci sizdən xahiş edirəm, mənim satdığım dostluq qəbul eləyəsiniz. En azından ortak bir məqsədimiz var bizim, həmkarıq və bir çox müzakirələrdə eyni fikirdəyik. Amma başqalarının dostluq atması bu normaldır. Sosial şəbəkə deyəndə burada heç bir şey şəxsiləşdirilə bilməz, özəlləşdirilə bilməz. Üzr istəyirəm, Vasil müəllim, zəngimiz var. Tamaşaçımız xəttə qalmasın, davam edəcəyik dayandığımız yerdən. Alo. Alo. Alo, salam. Salam, sabahınız xeyir olsun. Xoş gördük sizi.
Necəsiz? Çox sağ olun, təşəkkür. Siz necəsiz? Mən mövzu barəsində danışmaq istəyirdim. Buyurun. Buyurun. Mən sosial şəbəkələrdə çoxunmuşam. Yəni ailə həyatı da qurmuşam, onunla tanış olub ailə həyatı qurmuşam. İndi də xoşbəxtəm. 5 ayında gəlməyəm. Sosial şəbəkədə tanış olmuşdunuz? Hə? Hə? Ay, nə gözəl. Sosial şəbəkələrdə tanış olmuşam, 5 ayında gəlməyəm. Aha, sosial şəbəkədə tanış oldunuz. Neçə müddət bir-birinizlə yazışdınız? Elə bir noyabr 21-i tanış olmuşduq. Yanvarın 2-si qatıldı. 24-də toyumuz oldu. Kim kimə dostluq atmışdı? O sizə? Hə? O mənə qatıldı. Hə, o sizə dostluq atdı. Dostluq atdı sizə. Öyrədirəm, cavanları öyrədirəm. Hə, sonra inbox'a başladı yazmağa ki, siz necə də gözəlsiniz. Hə, xanım? Hə? Belə yazdı. Yox, biz başqa sosial şəbəkələrdə tanış olmuşuq. Sənin başqasıyla. WhatsApp mı? Aha. Maraqlıdır, maraqlıdır. Xoşbəxtlik arzu edirəm sizə. Əgər bir-birinizi olsun sosial şəbəkədə tanış olmuşsunuzsa, bir-birinizi deməli bəyənmişsiniz, bir-birinizin xasiyyətini öyrənmişsiniz, daha sonra da evlənmişsiniz. Belə olur. Yox, internet üzərindən ailə qurmaq olmaz deyilə bir şey də yoxdur. Yoxdur, əlbəttə. Ola bilər ki, eyni həyat tərzləri var, eyni baxış bucaqları var, eyni gəlib insanlardılar və sosial şəbəkə ilə sırf budur da, bu insanların ünsiyyətini reallıqdan virtuallığa keçirtməkdir və bunlar da virtualda bir-birlərini tanıya biliblərsə, nə xoşbəxt onlara ki, tanıya biliblər. Tanıya biliblər və hətta ailə qurublar. Bizim növbəti qonaqlarımız artıq gəlib studiyamıza, musiqili qonaqlarımız gəlib. Mən məmnuniyyətlə onları salamlamaq istəyirəm. Namiq müəllim bugün gəlib. Öz qardaşları ilə gəlib, artıq neçə müddətdir bizim proqramımızın da qonağı olurlar. Təkcə özünün yox, elə bizim də qardaşlarımıza çevriliblər. Gəlsinlər studiyamıza, gözləyirəm mən onları. Məmnuniyyətlə dəvət edirəm. Aha, yaxşı, birazdan gələcəklər. Namiq müəllim mahnılarını deyəsən orada dəqiqləşdirir, eybi yox, mahnıları dəqiqləşdirsin, gəlsin. Aha, siz nəsə demək istəyirsiniz? Mən sizin sözünüzü yarımçı kəsdim, buyurun. Nurani xanım, yoldaşımızın fikrini... Vasifdir, bəli, hə, Vasif gəlin müəllimin tanış fikrinə... olun, dostlar. Atarıq. Vasif müəllimin sözünə belə qüvvət olaraq mən demək istəyirəm ki, əvvəllər həqiqətən də real, misal üçün, yolda tanış olurdular, hansı iş yerində tanış olurdular və bir-birlərindən ailə qururdular. İndi isə bu artıq öz belə deyək ki, səmtini dəyişib, artıq Facebookda və yaxud digər sosial şəbəkələrdə tanışlıq olur, normal. Küçədə tanış ola bilmir, çünki küçədə hamı belə gedir. Bəli, demək olar ki, inanın. Bir şey vurğulamaq istəyirəm, çox Belə getdiyinə görə. istəyirəm. Buyurun. Düzdür, danışırıq, gülürük, sosial şəbəkədən danışırıq. Bunun güləcək tərəfləri də var, bəzi tərəfləri də var. Baxın, ailə qururlar, tanış olurlar. Amma sırf məsələ burada tanış olma məsələsi deyil. Gəlin bunun qaranlıq məqamları da toxunaq. Bunu xüsusilə vurğulamaq istəyirəm. Bir xanımın, bir bəyin, bir iş adamının, bir hansısa simanın adına profillər açılır sosial şəbəkələrdə. Danışacağıq ondan. Xüsusi şərhlər olur orada, qərəzli. Məsələn, elə mən öz başımdan keçən bir şeydən danışacağım. Onun adından kimlərəsə nəsə yazılır. Məsələn, özümdən deyəcəm, mənim adıma 3 profil var idi. Öz ad soyadımı vururdum, 3 başqa-başqa anketlər çıxırdı. Bir təhər bunları bağladıq. Hüquq mühafizə orqanlarından, aidiyyatı üzrə. Kim eləyib onları? Bilmirəm, kimdir. Bəlkə də biz izləyənlərdən biridir ki, onu sadəliyindən eləyir, çox istədiyindən eləyir. Bəlkə də bunu qəsdən eləyirlər. Başınıza gəlib bir şey. Yox, hələ ki gəlməyib. İstəmərəm amma Bir şey də gəlsin. bunu şantaj xarakteri istifadə edənlər var belə işləri. Şəkillərlə, yazılarla, kommentlərlə. Bax, bu bütün tamaşaçılara buradan olsa istəmək istəyirəm ki, məncə öz həyatınızla məşğul olsanız daha yaxşı. Gözəl, bu mövzuya qayıdacaq. Namiq müəllim, xoş gəlib, səfa gətirmisiniz. Bu sabahda sizi görməyimizə çox şadıq. Sabahınız xeyir olsun efendim. Xoş gəldiniz. Xoş gəldiniz. Necəsiniz? Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Aha, sosial şəbəkələrdə, Facebookda olan oğlanlar artıq gəldilər. Görüm hələ varlarmı? Mən götürüm mikrofonu zəhmət olsa. Hə yox, sizdə mikrofon var. Əyləşin, ürəyiniz istəyən yerdə əyləşin. Keçin burada əyləşin, bax burada əyləşin. Sultan, xoş gəlmisiniz. Xoş gəlmisiniz. Niyə dayanmısınız orada? Gəlin görün bura. Gəlin, xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Xoş gəlmisiniz. Necəsiz? Çoxdan da görünüb eləmirsiniz. Haralardasınız? Gəl əyləşin. Xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Əhval-ruhiyyə necədir? Yaxşı. Yaxşıdır. Yaxşıdır əhval-ruhiyyə. Sizin əhval-ruhiyyəniz necədir? Mikrofonu verin zəhmət olmasa. Namiq müəllim, necəsiz? Şükür Allah, yaxşıyam. Çox sağ olun və bir daha sizi, sizin gözəl kanalı, gözəl verişi və bütün Azərbaycan xalqını salamlayıram.
düzü səhərlər durmaq biraz çətin olur. Aha. Ancaq o bizim borcumuzdur. Amma biz sizi oyadırıq yuxudan. Yox, bizim borcumuzdur, sənət borcumuzdur. Gəlməliyik, çünki həmişə də biz belə verilişlərdən, belə dəvətlərdən heç vaxt qalmırıq. Təşəkkür edirəm sizə, təşəkkür edirəm. Gəldiniz bizi şad elədiniz. Sultan, necəsən əzizim? Hər vaxtınız xeyir olsun Nailə xanım. Sizə salamlayıram, bütün burada əyləşən dostlarımızı salamlayıram. Hər şey yaxşıdır. Mənim üçün də biraz səhər vaxtı qalxmaq çətindir. Amma çalışdığım qədər, yəni Dünya TV doğrudan da həm Azərbaycanda, həm də ki, dünyada izlənən bir kanaldır, bir verilişdir. Dəvət aldım, mən də böyük məmnuniyyətlə gəldim. Təşəkkür edirəm, hər biriniz xoş gəlmişsiniz. Zəngimiz var. İndi mövzunu sizə deyəcəm nə ilə bağlıdır. Zəngimiz, tamaşaçımız xəttədirmi? Alo? Alo? Bəli. Salamünaleyküm. Sabahınız xeyir olsun. Sizdən danışım, Əminə xanımdır. Hər dəfə sizə zəng verirəm. Çox gözəl, buyurun. Qonaqlarınızı salamlayıram. Təşəkkür edirik. Birinci demək istəyirəm, çox istəyirəm, yenə həmişə. Təşəkkür edirəm. Mən də sizi çox istəyirəm. İkinci demək istəyirəm ki, bu sosial şəbəkələrə papam həmişə deyir ki, insanlar zombilərdir. Yəni, üçüncülü telefon əlindən düşmür. İkincisi sosial şəbəkələr düşmür. Bax, Allah'ın bilsin, internet olmuşam. 75% ailələr dağılır. 75% ailələr dağılır, internetdə olmuşsunuz. Hə, statistik izlənici olmalıdır. Ən çox da qadınlar günahlar. Ən çoxu qadınlar günahlı. Görürsünüz, xanım nə qədər səmimi xanımdır. Zəng gedib deyir, qadınlar günahlardır. Düz deyirsiniz. Bəli. Yəni, ailəyə çatmışmır. Aha, deməli xanımlar daha çox internetdə olurlar, daha çox sosial şəbəkədən istifadə edirlər, bəylərin qulluğunda dayana bilmirlər. Bunu demək istəyirsiniz. Bəli. Aha, niyə bəs onu demirsiniz ki, bəylərin bütün gün telefon əlindən yerə düşmür? Bəylər, bizə hər qoyulur. Heç 8 mart yadlarına düşmür, 9 martda yadlarına düşür ki, sən demə dünən 8 mart idi. Hə? Batı, sən çox istəyirəm həqiqətən. Şanlarsan, verişdə aparırsan. Mən həqiqə çox istəyirəm. Təşəkkür ederim. Belə, dostluq atarsınız mənə, at familiyamla. Dostluğunuzu qəbul edirəm. Yaxşı. Sosial şəbəkələrdə istifadə edirsiniz? Təbii ki. Nə qədər dostluğunuzda adam var? 55.000. 55.000. Rekorddur. Aha. Mən sosial şəbəkələri istifadə edirəm, amma mənim o qədər izləyicim yoxdur. Nə qədərdir? Namik bəyə çata bilmirəm də olsaydı. Mənim 6-7 min var Instagram səhifəmdə, amma Facebook səhifəmdə 5.000 var, nə qədər də takipçim var. Gözəl. Ona Sizdə görə- nə qədərdir? Nə xoş sizə. Yoxsuz. Oradan deyirsiniz. Xoşbəxt insan. Nadir bir insan. Belə olmasa yaxşıdır. Siz varsınız. Bəli. Siz varsınız. 6000 izləyici. 6000 izləyici sizdə. Məndə var açıq yalançı olaram, baxmamışam. Amma İzləyicimiz çoxdur. sayını. Sayısız hesab. Əla, Olar. hal-hazırda bir gözəl mahnı ifa edəcəksiniz. Ondan sonra görün sizə nə qədər dostluq gələcək. Yox, biz sizin üçün səhifə açmalıyıq. Belə olmaz. Bu nədir belə? Bu Yox, Tarlar xoşlamır onu da. Çox xoşlamır. bir mahnı izləyək sizdən, hə? Gəlsinmi? Gəlsin səhər-səhər gözəl bir mahnı. Əziz tamaşaçılarımız. Bir balaca sosial şəbəkədən kənarda olun, bir balaca keçin ekranın qarşısına, bizimlə bərabər ünsiyyətdə olun. Ayrılın da ayrılın bir internetdən. Elimi attım almaya, alma yerden almaya. Allah kızı yaradı, oğlan subay kalmaya. Elimi attım almaya, alma yerden almaya. Allah kızı yaradı, oğlan subay kalmaya. Ay telli telli ay kız, ay şirin dilli ay kız. Anam seni bana vermez, ben neyim akı ay kız. Ay telli telli ay kız, ay şirin dilli ay kız. Anam seni bana vermez, ben neyim akı ay kız.
sevəni Gəlin gitməsən ay qız Ay telli telli ay qız Ay şirin dilli ay qız Anam səni mənə verməz Mən neynim axı ay qız Ay telli telli ay qız Ay şirin dilli ay qız Anam səni mənə verməz Mən neynim axı ay qız Ay telli telli ay qız Anam səni mənə verməz Ay telli telli ay qız Ay şirin dilli ay qız Anam səni mənə verməz Mən neynim axı ay qız Təşəkkür. Anası verməz, yazarsınız anasının inboxuna. Bu bizim bilirsiniz də vizit kart mahnımızdır. Çox gözəl. Bu da bilirsiniz belə dəvə düşür də. Yəni müğənnilə öz köhnə mahnılarını götürüb yeni aranjman. Amma çox yaxşı adətdir. Yeni aranjmanda, yeni tərzdə, yeni oxumada. Biz də belə qərar gəldik ki, bu artıq bu mahnını biz 15-16 il bundan qabaq Emraz ifa etmişdik. Yəni ona görə biz də qərar gəldik ki, bunu tərzdən bir yeni tərzdə deyərlər. Doğrudan mahnılar var ki, onlar dilimizin əzbəri olan mahnılardır. O mahnıları yeni versiyalarda eşitək biz tamaşaçılar üçün də, dinləyicilər üçün də yaxşı olur. Əziz tamaşaçılarımız, sosial şəbəkələrdən necə istifadə edirsiniz? Sizə həyatda mane mi olur? Və yaxud ola bilər ki, bax, biraz öncə bir tamaşaçımız zəng etdi, dedim, mən öz həyat yoldaşımı, öz sevgimi məsələ sosial şəbəkədən tapmışam. Təsəvvür edirsiniz, subaysınız da siz, hə? Təsəvvürünüzə gətirirsiniz belə bir şey? Subayla çoxdan kişisi. Hə, belə bir şey təsəvvür edirsiniz, olabilir mi belə? Sosial şəbəkədə tanış Açığı deyim valla, olursan... mən biz çox da yaxşı baxmıram belə şey. Baxmırsınız? Yox. Niyə müəllim? Nə bilim, deyirsiniz ki, Namiq mənim lap o köhnə kişilər kimi danışır. Mən də köhnələrdənəm, narahat olun. Yəni, nə var köhnələrdə var. Ancaq elə, mən eləyər ki, çox vaxt elə tanışlıqlar olur, tutur, alınır. Ancaq çox nadir hallarda, çox vaxt olar mənə gəlir ki, sonra axırı onu boşanmaya gətirib çıxardır. Mənə gəlir ki, o... Sizcə belə deyək də, bulvarda tanış olanlar bəyəm sonra boşana bilmirlər, boşanmırlar. Yox, bir şey var da, burada bir maraqlı məqam var ki, virtual üzərində insanlar bir-birlərin emosiyalarını dərk eləmir. Realda üz-üzə qurduğun insanın sənə qarşı reaksiyasını, söhbətini, ünsiyyətini daha yaxşı dərk edirsən. Mimikalarını görəcəksən. Amma virtualda sən sadəcə onun səndən nə istədiyini bilib, ona o cavab verirsən. Yaxud da qarşı tərəf səndən nə istədiyini bilib, o cavab verir. Və bu bir müddət sonra Namiq mənim dediyi kimi ortada bir anlaşılmazlığa gətirib çıxaracaq ardasan. Amma bu realla virtual söhbəti burada da... Üzr istəyəm, indi valla bu sosial şəbəkə deyirsə, axı vaxtlar bunu doğrudan da bir balaca pisləşdiriblər. Məsələn, çox vaxt otururlar, üzr istəyəm, oradan işi gücü olmayan belə adamlar da otururlar orada, nə bilim, oğlanlar qız adı ilə girir, qızlar oğlan adı ilə girir, cəmaata sataşırlar. Bəli. Bekarçılıqlar. Şəkil qoyursan, oturub bekardır, başlayır buna bir dənə söz atır, buna nə bilim, kommentarda yazır. Mən götürdüm bir də birinə yazdım ki, qurban olum, get bir güzgüdə özümə baxdan olar. Sonra oturalım buna. Nurəli xanım, mən bir bu sosial şəbəkədən siz danışdınız. Mənim İstanbulda bir qonşum var. Deməli, bu xanım özü Lənkəran şəhərində yaşayır. Yəni əvvəllər yaşayıb orada böyüyüb və s. İndi İstanbulludur. Və İstanbulda hal-hazırda müəllim kimi fəaliyyət göstərir və öz yoldaşını həmən sosial şəbəkədə tapıb, Facebook vasitəsilə. Valla elə xoşbəxtlər ki, İnanın deyim ki, özü çox belə necə lazımdır xoşbəxtlər. Onların qapılarının üstünə belə Facebooka belə söz yazılıb eləməyib ki, evlərdə bir kücdə belə... Yox, elə bir şey yoxdur, amma yəni sosial şəbəkədə tanış olublar və valla yəni çox gözəl... Normal baxırsınız. Yəni normal baxıram. Yəni nümunə olaraq görmüsünüz də ona görə. Bilirsiniz niyə? Çünki bizə də, indi biz gündəmdə olan insanlarıq, el şənliklərində, tədbirlərdə, konsertlərdə, valla bizə o qədər yazırlar bu sosial şəbəkədə. Təkliflər gəlir. Qoyaq kənara. Xoşa gəlməz nəsə yazırlar. Valla şəxsən mənim son zamanlar bir-iki ildə Instagram səhifəmdə heç kim bir şey yazmır. Yəni pis mənada yazmır. Qoy yazsınlar, həyb yox. Yox, çünki mən tənqidi sevən insanlar. Yox, bir də ki tənqidi... Dostluqdasınız. Mən də burada olan adamlar hamısı dostluqdadır. Yəni burada vasfi izləyirəm, Namiq müəllimi izləyirəm Instagramda, Facebookda. Mən izləmirsiniz. Siz də tez izləyirəm. Mən dostumu qəbul edir, sonra... Bu dəqiqə sizin reklam ayrılan kimi sizin dostunuzu qəbul edəcəm. Biz dostluqda deyil. Yox, Vasif müəllim mənə dostluq atıb, mən dostumu qəbul etməmişəm. Vay. Ona görə mən onu... Sosial şəbəkə deyirsiniz. Belə bir şəbəkə vardır, hamımız bilirsiniz, o Adnan Klassik. Aha. Əslində bu niyə görə açılıb əslində?
Mən izləyirəm də, yəni o bir əcnəbi ölkələrdə. Orada doğrudan da qrup yoldaşları, məktəb, sinif yoldaşları, bax orada doğrudan da girirlər, bir-birlərini tapırlar, hətta olur 20 il üstündən, 25 il keçir, bir-birlərini tapırlar, qrup yaradırlar. Amma bizdə onun adına görə o içində işləmə var, heç düz gəlmir. Adına klassikdir, anda içi başı üzrüstən bir abırçı gündür. Sosial şəbəkənin o xüsusiyyəti çox gözəldir. Doğrudan da, misal üçün, mənim özüm, neçə adamlar var ki, mən misal üçün, şəxsən, bax, belə bu yolla tapmışam, inanırsınız? Yəni, çoxdan da əlaqəmiz yoxdur. Amma ki, sosial şəbəkədə mən tapmışam, yəni. Bir də ki, ümumiyyətlə, artıq dünya bu internet üzərində, yəni bəzi şeylər texnika inkişaf edir və s. və s. Və son zamanlar ümumiyyətlə, məsələn, Türkiyədə bütün sənət əhli, bütün hər şeylər digital, yəni digital formada fəaliyyət göstərir. Ona görə sosial şəbəkənin xeyirləri çoxdur. Sadəcə bizdə Azərbaycanda biraz bunu biz tanış olmaq şərti ilə, yəni giririk o səhifəyə, sponsor axtarmaq fikri ilə və s. və s. Sultan, dünyanın boynunu atma bunu, bu hər yerdə var. Türkiyənin özündə belə mənfi insanlar var. Məsəl üçün, yenə də misal çəkim, götürək Instagramı. Orada adətən bunu tanınmış, populyar insanlar edirlər də. Yəni orada gündəlik öz videolar, şəkillərini, roliklərini qoyurlar. Bir də baxırsan, insan da açıb, heç bilmir bu ne üçündür. Əlinə gələn şəkilləri, mən səhər-səhər xaş idim, çəkli şəkli qoydum. Bu o başıdır, onun üçün yaranmış. Bu adam istifadə edir, heç bilmir bu ne üçün orada girib, niyə görə bunu yaradır, heç ne üçündür, nəyə görə də. Oturub özdə bir-bir hamıya dostluq yollayır. Amma sən bu adamı tanımırsan, mən səni tanımıramsa, mən səni özə yazır, salam, susursa, bir də yazır, salam, sonra yazır. Namik bəy, mən sonra salam verdim, mən yalmırsın. Mən də yazıram ki, əleykümə salam. Necəsiz? Yox, necə sən? Necə sən? Elə bir ki, biz bugündən 50 ildir dostuq. Mən yazıram, çox sağ olun, yaxşıyam, siz necəsiz? Yəni başlayır, neyinirsən? Şiirəm. İndi mən də yazmışam ki, heç nə, oturmuşam, iş görürəm məsələ. Deyəm, başqa nəsə olur. Qrup var, biz görmürsən şəkilləri orada, dəyərə parasını. Biz yanımdakı nədir? O bir şey döndü, o biri sən vurur, evin telefonuna verildi, evdəsən. Evdəsən. Bu da həmin şey. Təyyarədə deyirsiniz də Bakıya uçursunuz. Əziz tamaşaçılarımız, sizin fikrinizi bilmək mənim üçün çox maraqlıdır. Siz necə, sosial şəbəkələrdən varsınızmı? Sosial şəbəkədən nə məqsədlə istifadə edirsiniz? İndi bilirəm ki, məqsədinizi o qədər də açıqlamazsınız, açıqlamazlar da, indi müəyyən məqsədləri açıqlamazlar. Amma yenə də sosial şəbəkədə hansı saatlarda olursunuz, gününüzün neçə saatını ona sərf edirsiniz? Ümumiyyətlə, sizi narahat edən varmı? Sosial şəbəkədə olur ki, insanları o dərəcədə narahat edən olur ki, hətta öz səhifəsinə girmək belə istəmir. Mən belə insanları tanıyıram. Sizin narahat edənlər var. Nurhan xanım, valla son 2 ildir mənə narahat edən yoxdur. Şükür, nə yaxşısınız? Yox, bilirsiniz, bir də ki, biz məsələn, öz səhifələrimizdə şəxsi işlərimizi və yaxud şəxsi həyatımızı paylaşmırıq. Nəyə görə bunu media, jurnalistlər qabartıb sonra verirlər. Məsələn, mənim son ildir ki, Türkiyədə yaşadığıma görə, məsələn, gözəl bir məkanlarda yemək yediyim vaxtı və yaxud işdə və s. və s. Sonra nə yiyirsən oldu, boşqab? Qoyuram, vallahi çəkirəm, vallahi. Mənim səhifəm, çünki sevirəm, mən təbii insanam. Bəlkə sənin o göstərdiyindən mən baxdım Sultan səhifəsinə, o anda mənim də nəfsim çəkdi. Nəfsim çəkdi, qurbanım sizə, gülün, pişirin yiyin də. Məsələn, mən özüm yox, mən bir dənə... Bəlkə sən orada elə şey yiyirsən ki, mənim indi hal-hazırda imkanım... Nurhan xanım, mən bir dənə şeysi paylaşdım, zəhmət olmasa. Mən məsələn orada tək yaşayıram da və tək yaşadığım zaman da indi artıq özüm yemək bişirməliyəm və s. və s. öz işlərimi özüm görməliyəm. Valla elə olur ki, mətbəqdə yemək bişirdiyim şəkillərimi də paylaşıram. Yəni mən bunu utanmıram da. Yəni mənim mən eləyən xalq olub, yəni Azərbaycan xalqı olub, dünya Azərbaycanlar olub. Mən bu dəqiqə hər şeyimi gizlətsəm, o bizdə bəzi müğənnilər var. Amma indicə dedin ki, mən şəxsi heç nəyimi... Yox, şəxsi dedim, yəni ki, şəxsi bu mənim sevgilimin şəklini paylaşmıram, məsələn, gecə həyatımı paylaşmıram. Yəni sevgilin icazə vermir? Yox, sevgilim olsa... Yox, Sultan şoviz adamıdır. Onun başa düşməyəm, onu eləməlidir. Əlbəttə, belə insanların doğrudan da həyatı bizlər üçün, sizlər üçün, əziz tamaşaçılarımız maraqlı olur. Amma bir də görürsünüz ki, bir evdar xanımdır. Və bu xanım, çox-çox üzr istəyirəm sizdən, əziz tamaşaçılarımız, yataq otağının, hətta yatdığı taxtın belə şəklini paylaşır. Nə dərəcədə düzdür bu sizcə? Məncə düzgün deyil o.
Mebili reklam edir də yəni. Hə, Pis baxıram ona. Yəni olmaz. olmaz. Necə olmaz? Bəs mən başa düşə bilmirəm, niyə bizim xanımlar bunu edirlər, onlar olmazı onlar anlamırlarmı? Yola Elə gözəl anlayırlar ki, nəyin Belə çıxır Bundan ki, kifayətlənir. indi gəldiniz mənim sözümüzsə, onda belə çıxır ki, xanım ərə getmək istəyir də yəni. Hə? İnandırım sizi ki, mən çox ailəli xanımlar tanıyıram ki, ailəsi, həyat yoldaşı, övladları da var. Amma o bu şəkilləri paylaşır və inandırım sizi ki, dostluğunda öz həyat yoldaşı da var və həyat yoldaşı da bu şəkilləri görür. Biz buradan həmin o həyat yoldaşı, həmin ailələr deyirik ki, Allah xoşbəxt deyir. Bilirsiniz, biraz da insanda tərbiyə olmalıdır, əxlaq olmalıdır. Mən durum Zaten inandırım sən ki, üzr istəyirəm, inandırım sizi ki, mən o insanları çox əxlaqlı, çox tərbiyəli, ziyalı bir ailə bilirəm. Mənim üçün onlar nə ziyalıdır. Mən üzr istəyirəm. Amma onlar buna çox vasitə kimi baxırlar. Mən bilsən gəl, yox, başa düşürəm. Onu gəlin biz də lüt şəkillərimizi paylaşaq şeydə. Bax, biz də showbiz adamlarıyıq da, indi üzr istəyirəm də, indi müasir, bəli. Müasirsiz. Bəli, biz də. Ancaq gəlin bunlar hamısından başqa bir yadda çıxarmayaq ki, biz Azərbaycan xalqıyıq, müsəlman ölkəsiyik. Mentalitet söhbəti var. Bunu da yaddan çıxarmayaq. O müasirlik öz yerində. Ancaq biz o öz dinini də yaddan çıxarmaq olmaz. Biz müsəlmanıq. Ola bilər o sayta, üzr istəyirəm, 15-16 yaşında gənclər də girib baxa bilər. Bunu da fikirləşmək lazımdır. Bax, ona görə də üzr istəyirəm, gəncləri hələ hardasa, mən bəlkə də düz deyərəm, hələ hardasa indiki bizim gəncləri korluyan, hələ bu saytlar. Bəli, mən də razıyam bu fikirlə. Bu saytlar, mən üzr istəyirəm, bəlkə də əvvəl 10 yaşında uşaqdan keçmişdə, üzr istəyirəm, SSR-in vaxtında 10 yaşında uşaqdan nəsə soruşsaydı, bilməyəcəkdir. O bilmirdi. İndiki maşallah uşaqlar əvvəl bizə deyəndə ki, uşaq hardan həyata gəlir, biz uşaq olanda bizə deyirlər ki, leylək gətirir. İndiki 10 yaşında uşağa sualı ver, Allah haqqı sözə hamısı daskalayın açım, hamısı danışar ki. Namiq müəllim çox doğru vurğuladı. Hərdən artıq. Həqiqətən bu sosial, belə deyək ki, şəbəkələrin bir tərəfdən yaxşı, necə deyim, təsiri varsa, o bir tərəfdən çox mənfi təsiri var. Sadəcə biz onu nizamlaya bilmirik ki, necə istifadə edək, nə vaxtsa. Sizin övladınızın, böyük övladınız neçə yaşı var? 4-cü sinifdədir, artıq 10 yaş, bəli. Bilirmi bu şeyləri, yəni sosial şəbəkədə istifadə edə bilirmi, internetə girə bilirmi, telefonu varmı, bahalı telefon? Var, yox, çox bahalı deyil, amma ki, telefonu var, niyə görə? Deyir ki, uşaqlarda olduğu üçün bu da istəyir. Mənə gəlir ki, uşaqlara sensorunu yox, adi, adi knopkalı, düyməli, o istəməyinə deyir ki, olmaz. Sinifdə başqa uşaqlarınki var, bunda sizə bir söz deyim, o da niyə görə? Misal üçün, əlaqə yaratmaq üçün məktəbdən çıxır, mənə zəng edir ki, hanım, misal üçün, mən çıxdım. Yəni, belə ümumiyyətlə bacardığım qədər qoymuram ki, o... Nəzarətdə saxlayırsınız. Qız doğulandır? Qızdır ki, qızdır. Qızdır. Ona görə nəzarətdə də daha Mənim bacımın bir uşaq övladı var, 4 yaşı var. Valla məndən yaxşı Instagramı da bilir, Facebook'u da. O məndə bu telefonlarında... Yox, yəni mənə də öyrədilir, deyir ki, dahi baxıb elə. Yəni, valla heç bu uşaq harada öyrəndi? Bəllidir. Biz uşaqların bilməyindən qorxmalı deyilik. Mən özüm Azərbaycan Uşaqlar İctimai Birliyində uşaqlarla işləyirik. Bizdə də uşaqlar var, nə qədər psixologlar işləyir, sosiologlar işləyir. Uşaqların bilməyindən qorxmalı deyilik. Uşaqların nəyi bilməyindən qorxmalıyıq. Öyrənməyin də yaşı var. Öyrənməyin də yaşı var. Elə günah burada böyüklərdədir, valideynlərdədir, nəzarətsiz qoymaq. Necə etsin? Çünki valideyn özü bilmir nə istəyir. Bax, Namiq müəllim Leyla deyir, 2 gün bundan qabaq bu televiziyaların birində uşaqların cinsel tərbiyəsindən danışırdıq. Orada uşaqların hardan gəldiyini, necə gəldiyini. Bilirsiniz, bu məsələlər əslində bizim böyüklərin, valideynlərin problemləridir. Öyrənməyin yaşı var və qədəri var. Uşağın nəyi hardan özü öyrənməlidir, onu biz vaxtında öyrətməliyik. Biz yoxsa öyrətməyək uşağa ki, uşaq özü bilsin ki, sən Leyla gətirib. 21-22 onu demək istəyirəm. 21-22 yaşında uşağa sən başa salıb sən Leyla gətirmişdi. Uşaq sən izah eləyəcək hardan gəldiyini. Özü çox gözəl şəkildə. Çünki problem valideynlərdədir. Valideyn uşağına Instagram vermisənsə, o Instagramdan nədən istifadə, nəyə görə istifadə edəcəyini izah eləməlisən. Amma indi bir məsələ var. O telefonu vermisənsə nəzarət eləməlisən. Telefon uşağın əlindədir. Deyək ki, uşağın var 9 yaşı, hə? Valideyn mətbəxdədir.
Valideyn onun başının Girir üstündə baş səhifəyə, dayanmayacaq. səhifədə də bu şəkil çıxdı. Səhifədə hər Gözün şey yumacaq, var. yummayacaq Burada gözü. valideynlər Baxacaq. Bax, bununla bağlı altını fikirlərinizi bilmək istəyirəm, əziz valideynlərimiz. Bilirəm ki, siz də çətinliklər qarşısındasınız. Siz də bilmirsiniz ki, necə, inandırım siz elə bilirsiniz ki, mən bilirəm ki, necə etmək lazımdır, mən də bilmirəm. Sadəcə olaraq biz bir yerdə bəlkə nəsə bir qərarlaşdıra bilərik, nəsə bir nəticəyə gələ bilərik ki, siz bizə, biz də sizə kömək edək. Sözün doğrusu ilə burada əyləşənlərin hər birisi, biz də valideyni, biz də evdə uşaqlar var və yekdil olaraq biz bir qərara gələ bilərik ki, nəyi necə etmək lazımdır ki, uşaqlarımız, övladlarımız bu sosial şəbəkələrdən istifadə edəndə bizim ürəyimizcə olsun. Biz bilək ki, bizim uşaqlarımız nəsə yaxşı bir şeydən yararlanırlar. Pis vərdişlər tərəfə getməyəcəklər. Bax, bunu aydınlaşdırmaq istəyirəm. Ona görə zənglərinizi əski etməyin, fikirləriniz bizim üçün çox maraqlıdır, amma hal-hazırda mən bir mahnı dinləmək istəyirəm. Buyurun. Əmliyyət. Buyurun. Ağ çiçekler açıp, gör nece güller açıp, bezenip çöllerimiz, düzlerimiz. Ağ çiçekler açıp, gör nece güller açıp, bezenip çöllerimiz, düzlerimiz. Bu şenliğe el çalın ha dostlar. Hele günde şenliğin başka bir anası var. Ak çiçekler açıp, önce güller açıp, bezenip çöllerimiz, düzlerimiz. Ak çiçekler açıp, önce güller açıp, bezenip çöllerimiz, düzlerimiz. Adın sanın düştün bile, yaraşırsan bizimle, alır sene Azeri kız, güzel kız. Yanaşırsan bizimle, alır sana Azeri kız, güzel kız. Adın sanır düşün bile, yanaşırsan bizimle, alır sana Azeri kız, güzel kız. Teşekkür. Namik mənim, sizin uşaqların nəyindən xoşum gəlir? Deməli, mahnını ifa edib qutarandan sonra bir təzim edirlər. Çox gözəldir, doğru. Özü böyük bir
səhnə mədəniyyətidir. Bəli. Ondan da əlavə mən indi bayaqdan Namiq bəyin bu qrupu uşaqları tanıyıram neçə illərdir. Deyirəm valla bu kişinin işi hamıdan çox çətindir. Hə. Yəni qrup yarad və bunları Saxla. saxla, gündəmdə saxla, efirlər, məkanlar, şənləri. Yəni bu yəni valla eşq olsun bu kişiyə ki, Həqiqətən. valla doğrudan deyirəm ki, siz də uşaqlar rəhbərinizin qədrini bilin. Ona sadiq olun. Çünki bugün gənclər 3-4 dənə verilişdən çıxandan sonra və yaxud artıq populyarlandan sonra deyirlər, əşk edim solo oxuyum da. Amma o düzgün və solo oxuduqdan sonra Solo oxuyan uşaqları olub, amma onlar belə ədəblə, ərkanla və bugünə Yox, qədər bu yaxınlarda mən izlədiniz yoxsa yox, balaca bir özümə ad günü keçirdim. Yəni heç kim məndən inciməsin. Yəni ancaq ora öz tələbələrimi çağırdım. 11 tələbəm var. 11-i də gəlmişdi. Yəni çox gözəl belə yığıncaq məclis keçdi. Yəni biz orada elə mən əsasən orada nəyə göstərdim ki, yəni çox vaxt hərdən bir deyirlər ki, gör bizim münasibət. Yəni onu göstərdim ki, 11 ilə də bizim gözəl münasibətimiz var. Yəni mənim qrupuma gələndə də, gedəndə də yəni mehribansılıqla. Hətta mənim ən birinci qrupum vardı, Embraz qrupu. Orada Samir də gəlmişdi, Cəmil də gəlmişdi. Düzü Samsor Şəkidə idi, gələ bilmədi. Yəni bu mehribansılığı biz göstərdik ki, ancaq Sultan qardaşım düz burada. Ancaq qruplar var, gəlirlər bir ildən sonra didişirlər, dağışırlar, gedirlər, bir addan 2-3 addan çıxış edirlər. Ancaq yəni breddliyi qoruyub saxlamaq lazımdır. O da sizdən gəlir də. Və qrup da əsas, məsəl üçün mən siz fikir verdiniz, qrup bacarmalı əslində 3 səsli oxumalıdır. Ya düzgün unison getməlidir, ya düzgün unison, əslində çalışmalı 3 səsli olmalı. Bu yaxşı mahnı gözəl bəstəkarımız Səyid Rüstəmovun mahnısı idi. Çox köhnə mahnılardandır, yəni çox gözəl, möhrün vurmuş bir mahnılardır. Yəni o mahnı məgər ki, elə belə oxumaq, onu doğrudan da oxuyanda çox gözəl, səliqəli, peşəkar oxumaq lazım. Namiq bəy, bütün bunlar doğrudan da sizdən gəlir və sağ olun ki, Azərbaycan səhnəsi üçün doğrudan da müğənnilər yetişdirmişsiniz. Bilirsiniz, ola bilər ki, insanın səsi olsun, ola bilər ki, insanın istedadı olsun, amma onu, o deyil bir almaz qaşdır, onu cilalayıb, brilyant eləmək lazımdır. Namiq müəllim uzun illərdə 16 ildə o işlə məşğuldur. Təşəkkür edirəm sizə. Sultan düz deyir, qədrini bilin. Qədrini bilin ki, belə bir insanın əhatəsindəsiniz. Mən Gülnarə xanımdan şeir istəyəcəm sizin üçün. Səhər-səhər bir şeir dinləyəkmi? Gülnarə xanım bilirsiniz ki, həm jurnalistdir bizimlə həmkardır, həm də o şairədə gözəl şeirlər var. Hətta şeirlərlə mahnılar da yazılıb. Bir mahnınızın adını deyin görüm, kim ifa edib və hansı mahnıdır? Bir mahnım Gedirəm, İlhamə xanım Quliyeva, Allah rəhmət eləsin. O, Gedirəm hansının sözləri mənimdir. Gülnarə xanımın sözləri. Bəstəkar Novruz Aslanov, bəli. Sonra İlxan Şirinov 3 mahnımı o ifa edibdir. İnşallah İbrahim. Ondan sonra Orxan Babazadə, ayırmasın Tanrı bizi belə bir... Gözəl, deməli Namiq müəllimə dostluq atırsınız. İnşallah. Namiq müəllim mən çoxdan tanıyıram. Doğrudan da çox gözəl insandır. Onu da vurğulayayım ki, həqiqətən çox mədəni, çox gözəl, aristokrat bir insandır və mən əminəm ki, ona görə də onun yanındakı o qruplar da hər zaman yaxşı olublar. İnşallah siz də olarsınız yanında. Dinləyək, bir şeyi dinləyək səhər-səhər. Olar, biz romantik dəqiqələr yaşayaq burada. Olar. Dəyməz. Bu dünyanın acısını ürəyimə caladım. Səni əbədi eşq bilib öz dünyamda qaladım. Kədərin süzüldü mənim nəfəsimə hər zaman. Səni sevinc düşünərək boynuma qəm doladım. Hisslərimin qanadında sənə doğru gəldim mən. Əllərimə tikan batdı, ləçəklərdən axdı nəm. İstədim yenidən sənin baxışlarına dönəm. Sustum, öz duyğularımı viran edib taladım. Dəyməzmiş bu eşqə görə xəyallarla yaşamaq. Bu sevdanı yük edərək ürəyində daşımaq. Süzülən bir ulduz kimi sevgi də ötüb gedər. Səhra qumuna dönərək bir anda gözdən itər. Vüsal qaçıb uzaqlara sənsiz tənha yaşayar. Qəm yükünü öz çiynində hıçqıraraq daşıyar. Öz hissini, alovunu səndən alıb qoparar. Məzarlığa yaxınlaşıb eşqi ora aparar. Təşəkkür. Eşq nədir sizin üçün? Eşq mənim üçün çox müqəddəsdir, çox gözəldir, çox safdır, çox böyükdür, çox fəlsəfi bir dünyadır, çox zəngin bir şeydir. Romantiksiniz siz. Bəli, bəli. Xəyallar.
Reallığa gec-gec gəlirsiniz. Reallığa çox gec. Düşünürəm belə deyək ki, əsas məndə romantikadır. Məni daha çox düşündürən dəniz və dənizin dalğaları. Yəni sahilə tez-tez gedirsiniz? Hərdən olur. Hərdən olur. Amma ki, istəyərəm hər gün gedim. Hətta o dərəcədən. Nə gözəl. Sizin adam. Sizin adam. Xanımın sözlərinə diqqət olaraq biz sonda dəniz haqqında mahnı var, oxuyacağıq. Ay, çox sağ olun, minnətdaram. Gülarə xanım, sizin eşqinizdən. Çox təşəkkür edirəm, minnətdaram sizə, çox sevindim. Buyur əzizim. Gülarə xanımı mən belə şəxsən tanımırdım. Allah qənə-qənə rəhmət eləsin bizim xalq artistimiz, doğrudan böyük şəxsiyyət, o xanımla da mən iş birliyimdə olub, İlhamə xanıma. O mahnısı, özü gedirən mahnısı çox məni bir kədərləndirən bir əsərdir. Klipi də var o mahnıda. Gözümün qabağına İlhamə xanımın son məzəyə yola salınması gəldi. İnanın, Gedirən mahnısı. mən Türkiyədə mənə zəng vurandakı dostlarımız ki, bəs İlhamə xanım rəhmət gedib, inanın Allaha ilk reysdən Bakıya qayıtdım. Və çox dostlarımız, jurnalistlər, hamısı da ki, gör neçə illər keçsə belə sən həmən böyüyə, sənətkara sadiqsən. Mən də bir vətəndaş olaraq o hansı statusda olduğumdan əlavə bir insan kimi borc bildim və onun həmən günü, dəfin günü Bakıdaydım. Allah qəni-qəni rəhmət eləsin. O əvəz olunmaz bir sənətkar idi. Onun yeri, onun əsərləri heç vaxt unudulmayacaq. Səsi hər zaman möhrünü qoydu da, bir sözlə, hər zaman deyir ki, mənim əsərlərim şedevrdir. Mən möhrünü qoymuşam və salam. Allah rəhmət eləsin Azərbaycanımızın böyük sənətkarlarına, hansı sənətkarlarımızı ki, musiqimizdən, ədəbiyyatımızdan, poeziyamızdan itirmişik. Allah o sənətkarların hər birinə qəni-qəni rəhmət eləsin. Çünki hər biri Azərbaycan mədəniyyətinin, Azərbaycan incəsənətinin simalarıdır. Biz hər zaman onları anırıq, hər zaman bizim ürəyimizdədir. Bu arada əziz tamaşaçılarımız, Elmət Tibb Mərkəzinin adını çəkmək istəyirəm. Əziz tamaşaçılarımız, əgər sizin səhhətinizlə bağlı bir probleminiz ola bilərsə, məsələn, sosial şəbəkələrdə çox olarsınız, əsəbləşərsiniz, gətirib siz nevroz xəstəliyinə qədər çıxardar, qəm yeməyin, gedirsiniz Elmət Tibb Mərkəzinə. Doktor Rasim var, Respublikamızın ən məşhur nevropatoloqudur. Sizi bu xəstəlikdən qısa bir müddətdə azad edə bilər. Xüsusilə mən xanımları nəzərinə çatdırmaq istəyirəm. Əziz xanımlarınız, qadın xəstəlikləri ilə bağlı bir probleminiz varsa, Xədicə xanımın adını söyləyəcəm sizə. Xədicə xanım Azərbaycanımızın ən məşhur ginekoloqlarına da müraciət edə bilərsiniz. Və sizə söz verdiyim kimi, həftə sonunda mən Elmət Tibb Mərkəzindən bir məşhur həkimimizi dəvət edəcəm. Sizinlə burada canlı ünsiyyətdə olsun. Gəlin, hal-hazırda biz Elmət Tibb Mərkəzinə aid olan video çartı izləyək, kabinetlərimizi daha yaxından görək. Daha sonra yenə bu sabahda görüşürüz. Elmət Tibb Mərkəzi tibbin bütün sahələri ilə xidmətinizdədir. Elmət klinikasında terapiyanın bütün sahələri üzrə müasir tələblərə cavab verən laboratoriya və instrumental müayinələr aparılır. Elmət Tibb Mərkəzində çalışan peşəkar həkimlər terapiyanın bütün sahələrində yüksək səviyyədə və münasib qiymətlərlə xidmət göstərir. Elmət klinikasının cərrahiyyə şöbəsi ən müasir texniki avadanlıqlarla təchiz olunub. Burada plastik və ümumi cərrahi əməliyyatlar yüksək səviyyədə həyata keçirilir. Klinikada qarın boşluğu əməliyyatları açıq və laparoskopik üsulla aparılır. Respublikamızda ilk dəfə olaraq Elmət Tibb Mərkəzində babasil düyünlərinin ağrısız, qansız ləğv edilməsi əməliyyatı həyata keçirilməyə başlanıb. Beləliklə, Elmət klinikası tibbin ən yeni və müasir sahələri ilə xidmətinizdədir. Elmət, keyfiyyətin və müasirliyin kəsişdiyi məkan. Kristal Abşeron'dan ilkin ödənişsiz, sadələşdirilmiş Manatla İpoteka Kampaniyası. Sumqayıt şəhərində müasir yaşayış kompleksi 20 il müddətinə. İllik sadəcə 4,5% olmaqla Almanya, İtaliya və İspanya istehsalı olan materiallardan istifadə olunan tam təmirli mənzilə sahib olmağa tələsin. Uzun sürən yükləmələr, yüksək temperatur. Bunlar bizim üçün qorxulu deyil. Müasir texnologiya hazırlanmış Lukoil motor yağları. 3 qat müdafiəli qavlaşdırma, 2 komponentli qapaqlar, lazerlə keyfiyyətin yoxlanılması. Lukoil motor yağları, hərəkətin yeni formulası.
çirkanlıq görünür. Əziz tamaşaçılar, sizin xəbəriniz yoxdur. Qonaqlar səhərlərində bir-birlərin profillərini verirlər. Öz adınızdasınız, öz adınızda deyilsiniz. Adınız nədir orada? Kim öz adı ilə? Valla mən bir dənə söz deyim Nurhan xanım. Siz. Mən də öz adımdayım. Sadəcə öz adım yox, bir dəqiqə. Mən ləqəbim var bu show bizdə, ona görə məni elə tanıyırlar. Avropa prodüseri. O ləqəb altında da yəni şəkillərim də var, öz şəxsi şəkillərim də var. Neçə dənə profiliniz var? Valla bir dənə Facebookda var, bir dənə də Instagramda var. Başqa yoxdur. İndi bəlkə Başqa əgər varsa o deməli o deyil. Allah ona. O deyil. Yox, valla o deyil, doğrudan o deyil. Çünki mənim dəfələrlə Elşənlərdə başım ağrıyır bu söhbətlərə görə. Kimlərsə mənim şəklimdən istifadə ediblər, kimlərdənsə pul da alıblar. Eliblər. Bəli. Və yəni dəfələrlə mən bunu şahid eləmişəm. Yəni başımıza belə bir hadisələrə gəlib. Ondan əlavə bizim şəkillərlə kimlərlə tanış olmaq istəyirlər, nə bilim və s. istifadə edirlər, çox şeylər olur. Belə şeylər var, ehtiyatlı olmaq lazımdır. Əziz tamaşaçılar. Bir də ki, bir əlavə eləmişsəm, üzr istəyirəm sizdən Nurhan xanım. Bəzi də bu show biznesdə olmayan ulduzlarda, öz aləmində ulduzlar yazırlar ki, mən səhərimi Dubayda açıram, gün ortamı Yaponiyada yemək yeyirəm, nə bilim, axşam Parijdə. İnanın Allah, həmən adamın heç pasportu yox deyir. İnanın Allah, mən sizə səmimi deyirəm ki, bu insanın heç xarici pasportu yoxdur. Yazır ki, Bakıda da yox, Allah bilir, Coratda oturub qutabiyir. Yazır ki, mən Parijdəyəm. Onu deyə bilməzdir, Parijdə qutabiyir. Valla deyirlər. Valla deyirlər. Dünən biri, mən sizə bunu bilməyəsən, dünən biri yazıb sosial şəbəkədə Dubaydayam, axşam onu şəhərdə görmüşəm. Deyirəm, sən necə Dubaydaydı? Yəni, belə şeylər çox görürük başımıza. Yəni, mümkün deyil axı. Var belə şeylər, doğrudan əziz tamaşaçılarımız. Mən başa düşə bilmirəm, o ifadələri yazan insanlar özləri ki, vermirlər ki, nə qədər gülünç vəziyyətə düşürlər. Görürsün, Sultan birini görüb ki, yazıb orada ki, mən Dubaydayam, istirahət edib, axşam görüb ki, Bakıdadır. Belə şeylər olur. Sizin başınıza da gəlir. Bir zəhmət olmasa əzizim. Sözdə adam oxşayır. Günlərin bir günü. Bir gün oturmuşdum Facebook'da. Biz bilirik. Sen Facebook'ta necə otura bilər? Facebook'da oturmuşdum. Gözəl yavaşmadı. Facebook'da mesaj gəldi qız niki ilə. Gəldi ki, mən bilirəm axı bunlar oğlandılar. O qədər qız niki ilə yazırlar ki, qız adı ilə, qız profili, amma oğlandı. Bəli, oğlan da bilirəm ki, bu oğlandır, qız profili ilə gelir. O qədər mesaj gəlib ki, yəni bu kontur istəyir. 2 manatlıq kontur zəhmət olmasa göndərə bilərsiniz. Mən də bilirəm axı, o qədər mənim mesaj elə gəlib ki, mən də dedim ki, ona yazdım ki... Bizdə kontur işinə aydın var. Mən də yazdım ki, bəs hava istidir də, yəni durub gedməyə ərinirəm. Heç olmasa sən məndən istəsəydin 5 manatlıq konturda, yəni gedərdim də. 2 manata görə mənim həvəsim yoxdur, durum buradan gedim. Arsız mənə qayıdıb yazıb ki, şeydir, 5 manatlıq olsun da, nə olar ki, 5 manatlıq göndərir. Yazdım, sən nə arsız adamsan. Yəni belə... Sən yoldaydın da, özünün, sən ki 5 manat oldun, yolladın. Yox, yəni bilir də, siz tanımışam. Əslində insanlar elə bilirlər ki, insanlara elə gəlir ki, bu show biznesdə olan adamlar çox imkanlı və yəni maddi durumları yaxşı olan adamlardılar. Mən dəfələrlə eşitmişəm, yəni bu mövzu ilə bağlı yox, digər show biznesdə olan adamlardan deyirlər ki, məndən həmişə pul istəyirlər, borca pul istəyirlər, yazırlar. Həqiqətən belədirmi? İmkan, maddi durum çox yaxşıdır. Mənə bu yaxınlarda biri yazmışdı, özü borcu da yox ki, mənə 30.000 verə bilərsin. 30.000 özür. Mən bizə elə bildim ki, 30 manat. Baxdım, gördüm, yox. Sıfırlar çoxdur orada. Mən də yazdım ki, tapsın mənə də xəbər. Bir də ki, Nurhan xanım, bu sosial şəbəkənin pis tərəfi nədir? Məsələn, indi mən şəxsən özümdən danışıram, xaricdə tez-tez oluram. Mənim ailəm xaricdə yaşadığı üçün mən xaricdə oluram. Özüm, yəni, təyyarədə, ora-burada. Şimdi şəkillər çəkdirir də, dünyanın hansısa bir hava limanında. Sonra yazırlar ki, o bayaq Namiq bəy düz dedi, məsələn, yazar salam, necəsən, özü promoy necəsən, bir tanımadığı insandır. Sonra yazır ki, mənim ehtiyacım var, mən də sənin kimi. Valla biz bu tanınmış simaların o qədər problemləri var ki, bax, elə bilirlər ki, bizim həyatda problemimiz yoxdur, elə ən böyük problemlər bizdədir. Yəni, nəyə görə ailəmizə baxırıq, maddi mənəvi,
özümüzün həyatımız. Yəni digər insanlarda Yəni nə biz o dərəcədə qədər- problem varsa, siz də o problemi Bəli, amma yaşayırsınız. yəni biz nə olsun biz indi gündəmdəyik və yaxud tanınırıq, məşhur, o önəmli deyil. Sadəcə insanlar düşünürlər ki, yəni bunlar deməli efirlərdədirsə, el şənliklərindədirsə, tədbirlərdə, konsertlərdədirsə, deməli bunların problemləri yoxdur. Vallahi bizdən çox problem olan adam yoxdur. Mənim şəxsən o qədər problemlərim var. O qədər işim, gücüm var Mən ki. üzr istəyirəm. Inboxuma Azərbaycanda var, mən bilədiyim sinifli varsa, istəyirəm, bu xalqım. Mən bunu tam sənin. Azərbaycanda varlı müğənni yoxdur. Yoxdur. Kim bilirsə o, vallahi yoxdur. O sadəcə orta səviyyədə yaşayan bir insandır. Yəni, yenə də bu toy varsa, üzr istəyirəm, bu 30 gün toy olmur. Əlbəttə. Bir ilin hamısı toy olmur. Bu ilin 6 ay olur, 6 ay olmur. Yəni bu insanın qazancını hesablayıb ortaq məxrəclə 12 aya böləndə, bu insan belə baxanda elə demək olar ki, adi bir ayına gəlindən məbləği də deyə bilərəm. 1000-1500 civarında belə bir məbləğdə pul çıxır və bunun dalını sayanda, üzr istəyirəm, bunun necə demişəm, bunun benzini var, konturu var, giyimi var, keçimi var, Və digər insanlardan fərqli olaraq onun yaxşı geyimi var. Çünki müğənnilərin çoxsunun maşını kreditdir. Bunun maşını kreditdir. Yəni, niyə? Evlərdir. Bunu da başa düşürlər. Ben bir sizə dediyimdə, bilirsiniz nədir? Bax, adi gəlir, üzr istəyirəm, sizinlə toyu danışmalar. Bəli. Əvvəlcə soruşur ki, sənin maşının nədir? Sonra sənin toyun qiymətini danışır. O, Bəxt Üzü filmində deyir, sən mənim ağzım için niyə yeyirsən, sən mənim işimə bax da. Sən onun maşınına niyə baxırsan? Tutaq ki, mənim də maşınım əzilib təmirdədir. Mən uşaqların maşınına gəlmişəm ya da, yox, bunlar belə başa düşür ki, Namik vermişsə, Namik vermiş mütləq Porsche sürməlidir, Bentley sürməlidir. Arkadaş, mən istəmirəm, mən 07 sürürəm, nə olsun? Ha da. Ona görə əziz tamaşaçılarımız, yəni müğənnilərdən 30 min yox da belə, nə qədər deyək? Heç bir şey istəməsinlər, heç bir şey. Heç nə istəmir. Sizin fikirləriniz mənim üçün çox maraqlıdır. Görün bizim əziz tamaşaçılarımız sosial şəbəkələrdə varsınızmı? Sosial şəbəkələrdə günün hansı saatlarında istifadə edirsiniz? Sizi orada əsəbləşdirən var. Orada da belə məqamlar olur. Elə məqama gəlib çatırıq ki, hətta elə insanlar var ki, o qədər bizi əsəbləşdirirlər ki, lazım olan məqamında belə biz artıq sosial şəbəkələrdən istifadə etmirik. Çünki bilirik ki, o adamlar oradadılar. Bax, günün hansı saatında olursa olsun, bu adamlar burada da virtual bir həyat yaşayırlar. Adamlar tanıyıram ki, bu insan orada yaşayır. Bayaq çox gözəl. Niyə? Mən sizə bir misal çəkim. Bu yaxınlarda adını çəkməyəcəm, bir tədbirə girdim. Girdim belə, zaldan belə baxdım. Tədbir indi başlamağına bir 5 dəqiqə var. Oturub bir 50 dənə adam. Bax, hamısı göstərimdə nə pozul edir, belə. Bəli, o cürədir. Hamı. Heç kim heç bilim oyla danışır verir. Hamı girib orada. Hamı oradadır. Buyur. Aha. Deyin zəhmət olmasa, sonra ikinizi yadınızda saxlayın. Bir çoxları elə bilir ki, məsələn, telefonla məsələn belə oturubsa, deməli bu kimlənsə yazışır. Yəni mən onu bildirmək istəyirəm ki, yəni indi 21-ci əsrdir də. Əvvəllər bizim dədə-babalarımızın vaxtında qəzet oxuyardılar, nəyədənsə məlumat alardılar. İndi hal-hazırda hansı zəmanədə yaşayırıq ki, telefonlardan yəni xəbərləri izləyirik. Yaxşı, bizim axı, bax, belə ünsiyyətimiz qırılır axı. Bax, biz bir yerə getmişik, bir məclisə getmişik, Sultan da oradadır, mən də oradayım. Biz Sultanla görüşə bilərik. Sultan, çoxdandır səni görmürəm, nə var, nə yox, necəsən, Türkiyədə işlərin necədir? O məndən soruşacaq, indi harada işləyirsən, haradasan, evdəkilər necədir, uşaqlar necədir, mama gil necədir? Biz bu danışa bilərik, düzdür? Biz o ünsiyyətimiz qırılır axı. Sultan telefonu ilə məşğuldur. Sultan başı deyəcək ki, salam, necəsən? Ya indi bilirsiniz, bir qızla bir oğlan kafeye gedir, otururlar və orada WhatsApp'da bir-birinə başlayırlar yazmalı. Siz demişim, belə çıxırlar. Yəni, üzvəz oturmuşsan da söhbət edirlər. Bir misal var, deyirəm, bir qız gəlir evə, gəlir görüşür, Wi-Fi işləmirlər. Deyir ki, status yazıb görüşür. Deyir, gəldim evə, atamla, evdəkilərlə söhbət elədim, sən demə yaxşı adamlardır. Bütün evdə başı qarışır, bir şey evdəkilərdən xəbər verir. O vəziyyətə Bizim bir mahnımız var, Wi-Fi haqqında, bəlkə onu oxuyaq. Doğrudan var.
Doğrudan o vəziyyətə gəlib çıxmışıq. Əziz tamaşaçılarımız, bilirəm ki, sizin də evlərinizdə bax, bu problemlə bağlı övladlarınızla yaşayırsınız artıq bunu. Övladlarınızın üzünü görə bilmirsiniz. Övladlarınız öz otaqlarına qapanır. Əvvəllər deyirdi ki, uşaq öz otağındadır, testlə məşğuldur, kitab oxuyur. İndi əgər girsəz onların otaqlarına daxil olan kimi görəcəksiniz ki, ya internetin qarşısındadır, ya telefonla məşğuldur. Amma nəsə yazır. Nəsə yazır. Bir məsələni vurğulamaq istəyirəm mən əzizlərim. Siz fikir vermişsinizsə, bizim yazı mədəniyyətimiz nə qədər, belə deyim də, neçə doğru gedir. Fikir vermişsiniz. Biz sosial şəbəkələrdən, mən belə başa düşürdüm ki, sosial şəbəkələrdə yazışa bizim yazı mədəniyyətimiz yüksələcək. Biz daha gözəl, daha nədən yazışırıq ki, yüksəlsin də? Yəni, ən adi bizim salam, necəsən, işlərin necə gedir, sən hardaydın, mən buradayam, saat neçədə görüşəcək. Yəni, elementar cümlələri belə dəhşətli surətdə ortografik səhvlərlə yazırıq. Müəyyən hallar var ki, bu gətirib altında bəxt dedim, mən də həçərləmək istəyirəm. Bədbəxtçiliyə gətirib çıxarır. Bir nəfər yazır Facebookda, salam necəsən, nə var, nə yox və yaxud da nə. Ya maşında olursan görmürsən, ya görürsən cavab verə bilmirsən, ya işin olur, haradasa efirdə olur. Mən televiziyada işləyirəm, efirdə oluram. Telefon məndə çox vaxt efirdə olduğum avtopilotda olur, kanala girdim, bağlayıram telefonu. Aydındır. Ya bu hallarda gəlirsən, 2 gündən sonra bu adamla haradasa rastlaşırsan təsadüfən. Qardaş, elə bir bundan bir 50 min pul almışsan, qaytarmamışsan. Mən sənə yazmışam, cavab verməmişsən, sən məni saymırsan, bu nə hörmətsizlikdir. Adam az qalır ki, buna nə cavab verəcək, qardaş, qurban, sağla barışda da işim var idi. Cavab verə bilmədim. Mənim bir dostum var, yaxınlarda mənə zəng vurub. Mənə belə, Namit, bilirsən, belə bir söz var. Bilirəm, nədə olur? Mədəniyyət, intellektual, etika, estetika, mənə öyrədir. Dedim, qurban, nə olur ki? Mən sənə Instagramda girdim Şəkiba, tap, like elədim. Sən niyə mi? Dedim, özü üstəm var. Bu da, açdım səhifəsini. Əlinizdən şəkil əlinizdən də. Düşüncə tərzinə baxıram. Düşüncə tərzinə. 1 milyon qazandı. Yəni, ona nə olub? Görün, insanlar nədən bir-birindən inciyirlər. Biz görürsün. Onda belə çıxır ki, sosial şəbəkələr bizi idarə edir. Bəli, mənə elə gəlir ki, sosial şəbəkələr doğrudan bizi idarə edir. Nə mənada? Məsələn, son zamanlar 2-3 aydır mən ümumiyyətlə WhatsApp-ı gündə gecə yatanda açıram, mesajlara baxıram. Görürəm lazımlı adamdırsa, cavab verirəm, yazmıram artıq, səsli mesaj göndərirəm. Telefonumu söndürüb yatıram. Və mən sizə bir zarafat edirəm, ciddi deyirəm. Və 1 ilə yaxındır ki, artıq mən bu knopkalı, yəni nə deyil onu da, knopkalı telefon istifadə edirəm. Niyə görə? Birincisi, bu bütün gün bu sosial şəbəkə mənim vaxtımı alır. Tap-pata WhatsApp dayanmır, yazmır. Facebookda yazırlar ki, gəl oturaq, nə bilim, nə eləyək. Nəyimə lazımdır, qardaş? İstəmirəm. Elə knopka ilə istifadə edirəm. Kimə lazım olanda zəng gəlmir, Nurayna xanım, məsələn, işim var, xahişim var, bəssalam. Yoxsa otur tap-pata saatlarla. Vaxtınızı aparır. Çox vaxtımı aparır. Bu bir də ki, dostlarımla əyləşəndə, məclisdə, istirahət zamanı uşaqlara deyirəm ki, xahiş edirəm. Əgər mənlə oturmusunuzsa, bu telefonlarınızı və interneti söndürün. Eləyirlər. Və bir-iki dəfə də tam ciddi deyirəm ki, bizim mübahisəmiz düşüb ki, demişəm ki, qardaş, bəyənmirsənsə, dur çıx bayra, xudahafiz. Yəni, o hörmətsizlikdir. Yəni, məclisdə oturmuşam. Sizdə Wi-Fi var mı? Var. Girəyən də hamız Wi-Fi. Dəqiqə lazımdır. Yo, mən özüm valla son zamanda doğrudan deyirəm, bu WhatsApp-ı heç istifadə eləmirəm. Bu knopka ilə Bakıda da elə həmən telefon istifadə edirəm. Elə də rahatam, elə nə yazan var, nə sevgi etirafları yazan var, nə şeylər yazan var, nə mahnı göndərənlər var. Valla istirahət eləyirəm. Ona görə də hamıya mən sizə deyirəm ki, bu interneti heç istifadə eləyin. İnsanların qəlbini qırırsınız ki siz, belə olmaz, belə yaramaz. Sevgi etirafları eləyən var? O qədər. Nə cavablandırırsınız? Yəni, belə deyim də, nədəni olaraq nə cavablandırırsınız? Cavabsız qoymaq olmaz, ədəbsizlikdir, düzdür? Mən əslində elə mesajlar gələndə mədəni sürətdə yola verməyə çalışıram. Həm yola verirəm, həm mədəni sürətdə yola verirəm. Təkrar bir də yazır, təkrar bir də. Təkrar, hərdə elə adamlar olur ki, cavab vermirsən ümumiyyətlə, o elə bilir ki, o susmaq özü bir cavabdır. Səhərə qədər. Hətta görür, reaksiya vermirsən, şəkillər göndərir. Reaksiya vermirsən, nömrə göndərir. Reaksiya vermirsən, tam başqa şeylər təkliflər gəlir. Burada bir səbəb nədir? Mən əslində insanların düşüncələrindən hörmətlə yanaşıram. Bəlkə də bu mənim işimdən irəli gəlir. Yəni, biz insanları dinləyirik, onlarla işləyirik. Mən onlara hörmətlə yanaşıram. Niyə hörmətlə yanaşıram? O da onun öz bədbəxtliyidir.
Gəlib düşüncə o da sizə əsəb gətirir. Mən əsəbləşmirəm. Siz əsəbləşmirsiniz, amma mən əsəbləşmirəm. Mən gecə saat 1-də 2-də yatmışam. Bu adam məni niyə görə narahat eləməlidir? Boş-boş gic-gic şeylərini göndərir, mahnılarını göndərir. Mən bu Facebookda oturma da. Səhifə oturma dedim Namik mən. Onlarla şey yapıb bakalım. Zaten yaşamışım aslında. Onda Sultan Facebook işlətmir. Sən yazacaqlar. O gecə saat 1-də 2-də mənə yazır ki, mən səni sevirəm, müğənni olmaq istəyirəm. O kim? O da günorta işte yazılan şey değil. Ben seni sevirəm, sonra da müğənni. Günorta saat işte yazılan şey değil. Gecə saat işte yazılan. Yox, mən gecə qurban yatmayım. Bəs səhər işə getmək lazımdır, işim gücüm var. Bəlkə sən ona yox cavabı verirsən. Bəlkə sən belə deyəcəm də bir günəşi söndürürsən. Bəlkə o senin bir istedad idi ki, sən onu danışsan. Bəlkə o səni özü üçün bir kumir bilirdi. Vallahi mən sizə bir dənə söz deyim. Birincisi müğənni olmaq istəyən adam, yəni normal insan gedib təhsil almalıdır. Azərbaycanlı konservatoriya var, Asəf Zeynallı var və s. digər musiqi məktəbləri var. Bu gəlir qardaş, notdan xəbəri yoxdur. Heç bilmir ki, Üzeyir Hacıbəyev kimdir? Gəlir ki, mən oxumaq istəyirəm. Qardaş, geç kartofu saat, nə bilir. Oxumaq istəyir, zəng eləsin mənə kömək edeyim. Sultan, ola bilər ki, insanın heç təhsili yoxdur. Yəni, tarixi vərəqləsə elə bizim olub, sənət adamlarımız olub. İndiki dövrdə deyirəm, müasir dövrdə. Keçmişlə onu müqayisə edəndə mən onu düzgün qəbul eləmirəm. Çünki keçmişdə elə idi ki, yəni təhsil almaq da indiki kimi asan deyil idi. Keçmişdə ola bilərdi. Yaxşı səsi var, muğamlarımızı öyrənirdi və oxuyurdu. Bunu da çox gözəl qəbul edirlər. Həm də hətta bizim ustadlarımız da var. Amma bugün Nurhanə xanım, müğənni, bir dəqiqə sizin sözüm, fitri istədi Allah-dan verir, o ayrı məsələ. Amma qardaş, sən bir not bilməlisən ki, do nədir, re nədir, mi nədir və s. Bu heç bir şey bilmir. Deyir, nə istedadı var, onda hər istedadı olan gəlsin səndə. Nurhanə xanım, sizin səsiniz var, hə? Mənim səsim var, belə deyiblər. Daha doğrusu mən özüm də hiss edirəm bunu açığı və çox tanınmış bir... Yox, musiqi təsirim yoxdur doğrudan da. Sadəcə olaraq, yəni ki, mən şeirlər yazıram, səsim var və çox tanınmış bir bəstəkar da mənə bunu demişdi, söyləmişdi. Amma sadəcə olaraq, nə bilim, özüm də bəstələyirəm, mahnı da bəstələyirəm. Mən şəxsən, Nurhanə xanım, bəlkə də o Türkiyənin bir sözü var, geri qalmış insanlar olaraq. Amma valla, necə istəyirlər qəbul eləsinlər, mən bu şəxsi fikrimdir. Hər bir insan, müğənni, prodüser, aparıcı, nə bilim, operator, nə bilim, hər kəsən bir təhsili olmalıdır və öz sahəsi üzrə. Mən əgər, bugün mən prodüseram, mən gedib, məsələn, necə operatorşıq ola bilərəm və yaxud necə mən, nə bilim, pilot samolyot sürə bilərəm, mümkündür. Tam təhsili bilmək lazımdır. Hər sahənin öz təhsilini bilmək lazımdır. Ona söz yox. Qardaşım, mən razıyam sözlərinə görə. Ancaq Nurhan xanımda da sözündə həqiqət var. Bizim doğrudan da dahi elə bir sənətkarlarımız olur ki, onların heç musiqi savadı olmur. Olsa Allah Taala verən bir səs telləridir. Doğrudan o bahətən özə ən çox da bizim bu Qarabağ zonasının sakinləri, onlar doğrudan da elə bir ki, onlar doğulanda elə bu beşikdən elə bu muğamın musiqin içində doğrudan da mən qulaq asmışam. Mənim yanıma bir yaxınlarda mənə çox müraciət edirlər, yəni oxumaq istəyirlər. Mən heç kimə də etiraz edirəm, görüşürəm də, səsdən qulaq asıram. Mənim yanıma gəlir, çox istedadlı cavanlar gəlir, gənclər, oğlanlar, qızlar gəlirlər, köməkli istəyirlər. Mən ancaq onların düzdür, arasında olur ki, doğrudan da baxıram, bu adamın musiqi savadı yoxdur, ancaq bir dənə də xarici notda oxumur. Doğrudan da mən deyirəm, sənə kimi öyrədi belə? Deyir, heç nə, özüm. Ancaq, məsəl üçün, eləsi də var, gəlib, bu yaxınları misal çəkim, gəlib yanıma, mən bunu heç səsdən qulaq asmamışam, mənə birinci sualı budur ki, mən deyir, ayda nə qədər qazanacam. Görürsünüz? Bu deməli ancaq pula görə gəlir, etirə görə gəlir. Sizin belə deyim, uşaqlarınız deyim, uşaqlar deyimdə xətirizə deyilmir? Yox, mən bir şey də deyirəm. 17-18 yaşları var. Bunların üçünün də, hətta nəyə ki üçünün, mən bütün 11 tələbəmin, 11-inin də musiqi təhsili var. Hamısı konservatoriya, ya incəsənət, ya hansısa bir musiqi. Onlara daha rahatdır işləmək, düzdürmü? Bəli, mənə rahatdır. Yəni artıq mən bunu sıfırdan hazırlaşdırmıram da. Yəni bu artıq məktəbi keçib gəlib yanıma. Mənim də sadəcə artıq işim bunu populyar eləməkdir. O artıq mən prodüserin işidir. İnanın ki, bizə də xoşluq elələri dinləmək. Dinləyək sizi. Buyurun, buyurun. Dinləyək. Nə mahnısı olacaq, bilmək istəyirəm. Yeni mahnılarımızdan biridir, Qara Bulutlar. Buyurun.
sevgidən bezirəm mən, ayrılmıram, dözürəm mən. Bir gün gələr deyərəm mən, bağışla sizim gedirəm. Çarəsizəm, ümidim yox, bu sevgiyə gücüm yox. Bitir artıq bütün hisslər, xəyallarım, gümanım yox. Qara bulutlar, dolu bulutlar, qara bulutlar, yağsan yağışlar. Qara bulutlar, dolu bulutlar, qara bulutlar, yağsın yağışlar. Bu sevgiden bezirəm mən, ayrılmıram, dözürəm mən. Bir gün gələr, deyərəm mən, bağışla sizim gedirəm. Çaresizəm, ümidim yox, bu sevgiyə heç gücüm yox. Bitir artıq bütün hisslər, xəyallarım, gümanım yox. Bu sevgiyə heç inanmıram. Qara bulutlar, dolu bulutlar, qara bulutlar, yağsın yağışlar. 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 Təşəkkür, təşəkkür. Eşq olsun, təşəkkür. İbrahim oğlanlar. Çox sağ olun. Təzə mahnıydı bu. Bəli. Təzə mahnıydı. Sultan, nəsə təzə şeylər eşidirəm. Deyəsən sən də bu ailəyə gəlirsən, hə? Bilirsiniz ki, Və ailəsinə. bəli, mən hal-hazırda bir ilə yaxındır ki, Aha. İstanbul şəhərində yaşayıram və orada fəaliyyətimi davam elətdirirəm və indi bir 3 ay Bakıda olacağam, yəni yay ərəfəsində və mən Dünya TV-nin rəhbərliyinə bir proje sundum. Aha. Şükür Allah'a ki də çox sevindim ki, onlar mənim bu projemi dəstəklədilər. İnşallah bu yaxınlarda məndə bir verilişim olacaq. Bu İnşallah. modeli ilə bağlı bir layihədir. Buradan da sizin elə sabah verilişinizlə paylaşmaq istəyirəm ki, özünə güvənən, özünə model hiss edənlər, model olmaq istəyənlər. Model olmaq istəyənlər. Bəli, burada və layihədə belə bir format var ki, burada artıq sırf profesional modellik olmayacaq. Burada biraz tarz, biraz show, biraz müğənnilik, biraz istedad, hər şeydə belə deyim, qarışıq bir şey olacaq. Amma əslində modeli layihənin adıdır. Ona görə Layihənin adı da. Xeyirli olsun. Uğurlu olsun. Adı necədir? Adı. Açıqlayırsan adını. Proqramın adını. proqramın adını hələ açıqlamıram. İnşallah Sürprizdir. ayın 4-dən etibarən Allah nəsib eləyərsə, mən də artıq bu ailənin bir üzvü olacağam. Xoş gəldin. İnşallah mən Xeyirli olsun, çünki bilirsiniz mən uğurlu olsun. bir açıqlama eləmək istəyirəm ki,
bilirsiniz, Dünya TV artıq dünya izləyir. Doğrudan da məsələn, mən bu yaxınlarda xaricə Avropadaydım, Elşəninə getmişdim. Orada oturmuşdum, Dünya TV-ni izləyirdim. Yəni və çox sevinirəm ki, Dünya TV bugün günü-gündən daha da inkişaf eləyir, daha da gözəl layihələri var, gözəl projeləri var. Uğurlu olsun. Hər kəsə uğurlar arzu edirəm. Biz sənə deyirik, uğurlu olsun layihən, xeyirli olsun, tamaşaçılar tərəfindən seviləsən və bax, buradakı qonaqların hamısı sənin proqramında qonaq olsunlar. İnşallah, xeyirli, uğurlu, hər bir iş əgər doğrudan da belə deyəcəm, mədəniyyətimiz üçün bir xeyirli addımdırsa, siz tamaşaçıların zövqünü oxşayacaq orada nələrsə olacaqsa, o işin hər birinə biz xeyirli olsun söyləyirik. Və xoş gəldin Dünya TV-yə Sultan, xoş gəldin. Bir daha söyləyirəm, bizim bir tamaşaçımız xəttədir, tamaşaçımıza da söyləyək ki, xoş gəldiniz, sabahın xeyirləri açılsın. Görək kimdir bizə zəng edən? Alo. Alo. Bəli. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Bu Yusif dayının səsidir, bizim daimi tamaşaçımız. Yusif dayı necəsiz? Allah sizdən razı olsun. Siz necəsiniz? Mən yaxşıyam. Yusif dayı, siz də varsınız sosial şəbəkələrdə. Nurana xanım, icazə verin qonaqları bir salamlayın. Hə, yaxşı salam. Buyurun. Xoş gəliblər, səfa gətiriblər. Çox sağ olun. Deməli, Nurana xanım, Bəli. özünüz bilirsiniz ki, mənə yalanla aram yoxdur, amma siz danışmağı sevən adamım. Bəli. Deməli, belə bir deyim var Nurana xanım. Deyir ki, kainatın sirri alimin ağlı ilə dinər. Kainatın sirri alimin ağlı ilə dinər. Aha, gözəl. Məlum məsələdir, bu interneti kəşf edən alim var da, sizə qurban olur. Amma bir şey var da, deməli, mən burada yəni o düz danışmağı sevirəm, amma başımdan yuxarı danışmıram. Deməli, o mənəviyyatı olan adam, tərbiyəsi olan adam, mədəniyyəti olan adam, təvəzzükarlığı olan adam, zəhməti sevən adam, heç vaxt o internet ona qalib gələ bilməz. Doğru, yaxşı. İnternet ona qalib gələ bilməz. İnternetin, deyək də, Facebook'u qoyun deyək də, hə? Facebook'un əslində çevrilə bilməz. Yaxşı ki söyləyim, Nurana xanım. Bəli. Belə bir deyim var, deyir, oğul pirdir, qız sehirli sirdir. İndi bu internet dövrü elə bir dövrdür ki, indi oğul da sirdir, qız da sirdir. Doğru deyirsiniz. Amma bir iş var, yenə deyirəm, yenə təkrar edirəm. Allaha and olsun, 100% inan mənim səmimiyyətimə. Mənəviyyat, tərbiyə, mədəniyyət, təvəzzükarlıq, zəhmət. Bu insani keyfiyyət kimdə varsa, o internetin pis xüsusiyyətləri o insana basa bilməz. Allah sizdən razı olsun. Əslində çevrilə bilməyəcək. Təşəkkür edirəm sizə Yusif dayı. Görürsünüz nə gözəl fikir söylədi. Mən Yusuf dayına tam razıyam, bəli, İnsanın düz deyir. deməli öz şuuru, dərrakəsi varsa sən onun əsrinə çevrilə bilməyəcəksən. Amma Yusif dayı, Yusif müəllim, inandırım sizi ki, mənim də ətrafımda çox, bəyləri deməyəcəm, ziyalı xanımlar var. Hərdən onlar sosial şəbəkələrdə elə şəkillər paylaşırlar, elə statuslar yazırlar ki, yox, mən bunu tərbiyəyə qata bilmərəm, çox əxlaqlı, çox tərbiyəli xanımlardılar, ziyalı xanımlardır. Amma yəni aidiyyatı olmayan, yəni bu şeyi sosiallaşdırmağın mənası nədir? Mən bunu anlaya bilmirəm. Yəni bir xanım olaraq bu sənin şəxsi həyatında olan bir məqamdır, hə Vəsimən? Bunu niyə ziyalı xanımdır? Mən bilirəm ki, dərrakəli xanımdır, ağıllı xanımdır. Amma birdən elə bil ki, bu sosial şəbəkə elə bil bunun bir sirli bir, o deyil, insanın saqqızını oğurlamaq məsələsi var. Belə bir şey var. Birdən elə bir şəkil paylaşır ki, lazım deyil. Hətta o şəkil, çox üzr istəyirəm, fikrini söyləyəcəksiniz. Hətta o şəkil, o xanımın çox yaxşı hörməti vardı. O şəkillə o xanım o hörmətdən özünü salır. Nəyə lazım? Niyə üçün axı sən bunu edirsən? Ya düşünmür eləyir, ya da ki, bunun ikinci tərəfi var. Nəsə məqsəd daşıyır o şəkli qoymaqla. Deməli, bu nəsə... Siz əxlaq insanın daxilindən gələn bir şeydir. Bəli. Dayı da vurğuladı, Yusufman vurğuladı, beyində olan bir şeydir. Bəzən bizə vətəndaşlar yazırlar, hansısa bir hadisə ilə bağlı suallar ünvanlanır, qanundan bir nəsə, uşaqla bağlı, ailə ilə, hüquqla bağlı və yaxud da olsun bizim öz işimizlə, televiziya ilə bağlı suallar verirlər. Axırda görürsən biri 10 nəfər olur, 12 nəfər olur, sizdə də olur yəqin ki, hansısa bir işlə bağlı suallar verirlər. Bunu fikirləşirsən ki, bunun bir qanundan çıxarışını, qanun maddəsini, hüququnu, əsasını yazım ora. Baxırsan ki, orada 4-5 bəyənmə, 2 saata. Bir dənə çıxırsan bir restoranda bir şəkil çəkirsən, paylaşırsan, 10 dəqiqanın içində 100 bəyənmə, 4-5 nömrə, 6-7 təklif. Baxırsan ki, bu cəmiyyət, bu sosial şəbəkəni hansı səmtə istifadə edir? Bu artıq göz qabağı. Ondan da mən bir şey də vereyim, əgər fikri bitsə, mən özüm şəxsən
kiməsə söz atmaq istəyirəmsə, hə, Facebookda o statusu paylaşıram. Yəni mənim Altına yazırsınız ünvanlı. Yox, heç ünvanlı da yazmıram. Elə at familiyasını hə oraya şey eləyirəm, yazıram. Məsələn, deyək ki, İsmailə söz atmaq istəyirəm. Yazıram ki, budur, altından da İsmail. Yəni Yaxşı, olmaz ki, siz İsmailin telefon nömrəsini bilirsiniz, sən gedirsiniz, İsmail salam. İsmail tanınmış adam da, ona elə sataşmaq daha yaxşıdır. Hə. İsmail bilirsiniz. Mən İsmailin nümunə götürdüm elə bilərkən, mənə bir problem var. Siz nümunə kimi dediniz, mən onu biraz da reallaşdırıram. Biri sizə bu cürə yazsa, yəni tənqidi sözlər yazsa, təhqir demirəm ha. Təhqir yazan kimi biz o məhkəməyə veririk. Tənqidi sözlər yazsa, sizin ona qarşılıq verməyiniz necədir? Yəni reaksiyanız necə olur? Oxuyursunuz, açırsınız, oxuyursunuz ki, adam sizin üçün yazıb, əməli başda tənqid yazıb orada. Tənqiddən nəticə sarmaq lazımdır. Aha. Tənqidə sərt cavab vermək lazımdır. Ancaq nəticə sarmaq lazımdır. Amma boş yerə olan tənqid. Boş yerə tənqid. Yaxşı, boş yerə tənqid. Boş yerə tənqidçi əlbəttə. Cavabını verib, sonra onu blokirovkaya qoyursunuz. Cavabını elə orada cavab verməyi yəni tercih edirsiniz, yoxsa necə? Cavabı orada verirsiniz ki, cəmaat da görsün ki, siz ona cavab verirsiniz. Allah bəlalı versin. Yazırsan sonra blokirovkaya qoyursunuz. Aha, birinci orada yazırsınız. Birinci orada yazırsan, cavabı. Misal üçün İsmailə söz atmaq istəyirsə, Sultan. Sözü atdı, İsmail də normalda cavabını verə bilirsə verəcək, verəmirsə kurs eləyəcək, mən verəcəm. Mən eləməsə Maidin axırda da Namik mənim nöqtəni qoyur. Biz bir adamıq da. Yəni, əgər ictimaiyyətləşdirilirsə bu söhbəti, misal üçün Sultan, zarafat bilirlər, Sultan tutalım İsmailə, misal üçün yəni İsmailə söz atırsa, mənim bu ictimaiyyətləşdirilmiş bir sözdür və fikirdir ki, İsmaili mən hansı yolla qıcıqlandıra bilərəm və kimlərincə gözünə sala bilərəm, nə belə bu kimi şeylər. İsmail də onun cavabını mənim fikrimcə orada verir. İsmailin reklamı çox getdi. İsmail, yəni yəni İsmail orada verməməlidir. İsmail iri planda zəhmət olmasa. Çox oldu, yinəsin. İsmail orada verməməlidir cavabı, mənim düşüncəmdə. Çünki normalde Sultan orada söz atıbsa, Sultana cavab verməmək gözəl bir şey. Verməmək? Bəli, verməsin cavab. Yazsan ki, Allah canını sağırır. Yox, onu da yazmaz. Bu görəcək ki, hamı da görəcək ki, bunun sözü cavabsız qaldı. Amma bu qıraqda telefonla zəng gelib sözünü də deyir. Misal üçün. Mən belə düşünürəm. Yəni belə edərdiniz, belə edərdiniz. Çünki misal üçün Sultan götürmə İsmail qeyri bir insan olsun. Yəni biz özümüzdən danışaq, nümunəni özümüzə. Hədə məsəl üçün. Kimsə söz atırsa, onu orada cavabını verirsənsə, sən də olursan eynən istəyir o onun səviyyəsi. İstəyir o, düz olsun, səhv olsun, ikiniz də eyni. Deməli, öz etik normalarını saxlayırsan ki, mən onun səviyyəsinə düşməyim. Amma əziz tamaşaçılarımız, bilirəm, siz də dəfələrlə bunu eşitmişsiniz ki, sosial şəbəkələrdə nə qədər gənclərimizin arasından nifaq düşüb və nə qədər gənclərimiz artıq o, o münaqişəni, Vasif müəllim, sosial şəbəkədən kənarda həll eləməyə çalışırlar. Qruplaşmalar da var ki, mənfi cərəyanların istiqamətində olan qruplaşmalar da var ki, bunlar da sosial şəbəkələr üzərindən qrup şəklində toplaşa bilirlər. Yəni artıq fərdi şəkildə o ona zəng eləyim, bunu axtarım. Yəni keçmiş dövr deyil də. Rahat şəkildə bu qruplar sırf sosial şəbəkələrin üzərindən qurulur və çox təəssüf ki, bu qrupların artması getdikcə davam edir. Yəni bu hüquqi tərəfindən danışıram ki, bu gün baş verən cinayətlərin, hadisələrin, şantajlar var, hədə-qorxular var, ailələr dağılır, gənclərin həyatında hansı sosial şəbəkədə şantaj olunub ölkəni tərk edən insanlar tanıyıram. Bəli. Ki yox, burada hansısa mənim nəyimsə söhbətim var. Əslində günah elə ölkəni tərk edən insandadır ki, sən o səhv hardasa buraxmısan ki, bu ictimailəşir ki, bu gün sən o bəlaya yaşayırsan, bir şey vurgulamaq istəyirəm. Buradan izləyicilərin də eşitməyini istəyirəm. Bizim bu yaxınlarda özümüzün başımıza gəlib bu şey. Yəni iş həyatımızda başımıza gəlib ki, bir nəfər sosial şəbəkədə başlayıb profillərimizi, kompüterlərimizdən baxıb kimin səhifəsi açıqdır, bəlkə də parollarımızı qırıblar, bilmirəm. Bizim səhifələrimizə daxil olurlar. Çox sadə, primitiv danışıqlarımızı götürüb bizi başqa-başqa yerlərdə ictimailəşdirmək və şantaj eləməyə yerə gətirib çıxardırırlar. Və mən təbii ki, çox rahatam. Mənim heç kəsdən mənfi və ya cinayət xarakterli danışığım yoxdur. Mən sosial şəbəkəni yalnız və yalnız məsələn, Sultanımla burada gördüm, salam. Mən Sultanımla neçə vaxtda görürəm, Facebookdan tanıyıram və ya qrup olsun. Bu sadəcə ictimai məlumatlanmaq üçün olan məndə bir şeydir və ictimai işlərini yaymaq üçün. Amma istəməz sizdə lap belə salam mən çox rahat şəkildə aidiyyatı üzrə şikayətimi yazdım və hər kəs də mənim kimi biz məsələni verdiyi araşdırmaya artıq bunun içində cinayət xarakteri var. Niyə? Bugün mən susuram, o susur, bu susur və bu tip insanlar elə bilirlər ki, bizim həyatımız elə bu Facebookdan asılıdır, bu nömrələrdən asılıdır, sosial şəbəkədən asılıdır və bizə istənilən şey eləmək olar. Amma bu
belə deyil. Və mən bütün tamaşaçılardan xahiş edirəm, sosial şəbəkə istifadəçilərindən xahiş edirəm. Bu hüquqi tərəflərinizi yaxşı-yaxşı biləsiniz. Tənqiddir, təkdirdir, şantajdır. Sonu nə ola bilər? Dövlətin qayda qanunu var, konstitusiyamız var, ədalətli şəkildə idarə etməmiz var. Müraciət edin, bu tip insanların qarşısını alın. Ailələriniz dağılmasın, evlatlarınız sağlam fikirli yaşasın, uşaqlarınız gözəl mühitdə böyüsün. Bu asılı qalmayın bu şeylərdən. O mənə yazıb, ona cavab vermədim və yaxud da tamam başqa bir şeylər, hədə qorxular da, şantajlar da bu şeylərdən uzaq olsunlar. Sözü, Vasimin sözündə çox böyük həqiqət var, əziz tamaşaçılarımız. Mən də tanıyıram elə insanlar ki, hətta belə deyəm, yetkinlik yaşına çatmış qızının məktəbini dəyişib müəyyən şantajlardan sonra. Oğlu, məsəl üçün, müəyyən qruplaşmadadır, onun məktəbini dəyişib. Hətta evini satıb başqa yerə köçənlər var. Amma Vasif doğru buyurur ki, yəni siz aidiyyatı orqanlara müraciət edə bilərsiniz. Özünüz həll etməyə çalışmayın bunu. Və yaxud övladlarınız, və yaxud elə bizim gənclərimiz. Nəsə bir hadisə varsa, sizi sosial şəbəkədə nəyəsə təhrik etmək istəyirlərsə, sizi harasa bir görüşə çağırmaq istəyirlərsə, gəl bunu başqa bir yerdə danışaq, gəl bunu başqa bir yerdə biz öz aramızda aid edək. Sən o adamı tanımırsan, tanımadığın adamla görüşə getmə. Sən bunu valideynlərindən... Xüsusən valideynlərdən çox xahiş edirəm. Bunlar sırf öz ixtisasıma aiddir. Bu Azərbaycan Uşaqları İctimai Birliyin adından deyirəm bunu. Valideynlərdən çox xahiş edirəm, uşaqları sosial şəbəkələrdə varsa, onları ya yaşı çatmırlarsa qətiyyən onu uzaqlaşdırsınlar. Belə soyuq münasibət saxlamasınlar, çox uşaq orada var yoxsa yox. Bu dəqiqə ən qlobal problem pedofilizmdir. Bax, bu internet, sosial şəbəkə üzərindən bu problemin qarşısını almaq çox çətin məsələdir və ən aktual mövzudur. Çox adam buna toxunmağa çəkinir. Mən heç vaxt çəkinmirəm. Bu problem varsa mən bu məsələdən qorxmayacağam. Bu günlər cəmiyyətdə bu problem var. Uşaqlarınızın, yetkin yaşına çatmayan uşaqlarınızın sosial şəbəkələrdə kimlərlə və nələrlə danışdığına diqqət edin. Və onları kim haralara dəvət edir. Bir də uşaqlar yığışırlar, ay bala hara gedirsən? 45 dənə uşaqda 13 yaşları var. Biz parti edirik, bu gecə filan yerə yığışırıq. Valideyn fikirləşmir bu uşaq o parti kimin evindədir, kimdəndir, hardadır, nəyəndir. Baxın, valideynlə nəticəsində uçuruma gedən bir cəmiyyət formalaşır. Daha valideyn nəzarəti nəticəsində. Uşaq öz başına deyil. Əgər valideyn normal metodiki tərbiyə verirsə, o uşaq heç vaxt o yolunu azmayacaq. Bilirsiniz nə üçün belə olur? Çünki valideynin özünün başı qarşı bax o sosial şəbəkəyə. İnanın ki, valideyn heç özü bilmir orada nədən söhbət gedir. Mənim nənəm deyir ki, mən telefonuma mesajlar gəlir, nənəm yaşlı nəsildən misal çəkirəm. O nədir dınqadıq dınqıldayır orada. Gəl buna izah elə ki, bu Messengerdir, bu WhatsAppdır, bu Instagramın direktidir. Valideynlərin də çoxsu, bəlkə dedim sizə vurğuladım, qonaqlarım sənə gəlməmişlər. O texnoloji dəyişim dövrü var, o dövrdən keçiblər. Onlar bir dəqiqə Instagram sözünü deyə bilməyən valideynlərimiz var ki, deyirlər ki, mən bilmirəm, o uşaq harasa girir, adı nədirsə, bu Instagram nədir. Yəni o uşaqlar da ondan sui-istifadə edir. Bəli. Və telefonların, texnologiyanın yüksək dərəcədə inkişafı bu uşaqlara həqiqətən böyük bir uçurmaq. Həqiqətən, oradan da bizim iki qrup valideynlərimiz var. Vasif müəllimin dediyi ki, valideynlər var ki, həqiqətən də bilmirlər, uşaq nəyə girir. Amma valideyn var, Leyla izah edir, valideyn var, Leyla özü bilmir. Valideyn var ki, valideyn özünün başı qarışıq ora, valideyn özü gününün çox saatını orada keçirdir və valideyn borcunu belə vermiş hesab edir ki, bir bahalı telefon alır, verir uşağa, inandırım sizi ki, evdə əyləşir. Ana da telefon əlindədir, uşağın da telefon əlindədir, həyat yoldaşının da telefon əlində. Mən üzr istəyirəm, bu doğrudan da olmuş əhvalatdır. Yəni, mən ailə tanıyıram ki, bax, evdə üzr istəyirəm, çörək almağa belə pul yoxdur. Ancaq oğlunun əlində 1000 manatlıq sensorlu telefon. Ayda da onun kreditini verə bilmir. Ortalığa sual çıxır bu. Bir yaxınlarda mən hansı bir verişlərdə eşitdim, digər statistikaya görə Azərbaycan, yəni bu sensor telefon satışlarının alınmasında ikinci yerdə, üçüncü yerdə gedir dünya üzərində. Biz şöhrətpərəstliyi sevirik ya. Mənim dostum var, Fərdanın bir qəşəng sözü var, ona sual verilir ki, niyə? Çünki niyə görə bizdə ən çox sensorlu telefon satılır? Çünki bizim millət ölür deyil, barmaq eləməyəcək. Yox, biz bir balacada deyir, o yaxşı cəhətlərimizi deyir də, belə cəhətlərimizi deməliyik. Biz əslində şöhrətpərəstliyi sevirik də biz. Şöhrətpərəstliyi sevirik. Əziz tamaşaçılarımız bu arada çox üzr istəyirəm, qayıdacaq yenə bu mövzuya qayıdacaq, amma bu arada reklamlarımızın vaxtıdır. Mən Elmət Klinikasının diqqətinizə bir daha çatdırmaq istəyirəm. Əziz tamaşaçılarımız, səhhətinizlə bağlı probleminiz varsa Elmət Tibb Mərkəzinə müraciət edə bilərsiniz. Elmət Tibb Mərkəzində doğrudan da Azərbaycanımızın məşhur həkimləri, mütəxəssis həkimləri fəaliyyət göstərirlər. Çünki bu həkimlər zaman-zaman dünyanın büyük
çox məşhur klinikalarında təcrübə keçib yenidən vətənə dönən həkimlərdir. Bu həkimlərin əksəriyyəti qardaş Türkiyədə, Rusiyada, Avropanın hətta ən məşhur klinikalarında təcrübə keçirlər. Ona görə sağlığınızı, həm öz sağlığınızı, həm də doğmalarınızın, ailə üzvlərinizin sağlığını bax onlara etibar edə bilərsiniz. Elmə Tibb Mərkəzinin ünvanı bizim ekranlarımızda yazılı telefon nömrələri də var. Bakı şəhərində, paytaxtımızda 9-cu mikrorayonda yerləşir. Gəlin indi sizinlə bərabər Elmət klinikasının kabinetlərini daha yaxından görmək üçün bir video şarkımızı izləyək. Daha sonra yenidən qaydırıq bu sabaha. Elmət Tibb Mərkəzi tibbin bütün sahələri ilə xidmətinizdədir. Elmət klinikasında terapiyanın bütün sahələri üzrə müasir tələblərə cavab verən laboratoriya və instrumental müayinələr aparılır. Elmət Tibb Mərkəzində çalışan peşəkar həkimlər terapiyanın bütün sahələrində yüksək səviyyədə və münasib qiymətlərlə xidmət göstərir. Elmət klinikasının cərrahiyyə şöbəsi ən müasir texniki avadanlıqlarla təchiz olunub. Burada plastik və ümumi cərrahi əməliyyatlar yüksək səviyyədə həyata keçirilir. Klinikada qarın boşluğu əməliyyatları açıq və laparoskopik üsulla aparılır. Respublikamızda ilk dəfə olaraq Elmət Tibb Mərkəzində babasil düyünlərinin ağrısız, qansız ləğv edilməsi əməliyyatı həyata keçirilməyə başlanıb. Beləliklə, Elmət klinikası tibbin ən yeni və müasir sahələri ilə xidmətinizdədir. Elmət, keyfiyyətin və müasirliyin kəsişdiyi məkan. Kristal Abşerondan ilkin ödənişsiz, sadələşdirilmiş Manatla İpoteka Kampaniyası. Sumqayıt şəhərində müasir yaşayış kompleksi 20 il müddətinə. İllik sadəcə 4,5% olmaqla Almanya, İtaliya və İspaniya istehsalı olan materiallardan istifadə olunan tam təmirli mənzilə sahib olmağa tələsin. Diqqət, diqqət! Yalnız may ayının sonuna qədər. Nuray House MTK-dan sərfəli kredit təklifi. İndi tək şəxsiyyət vəsiqəsi ilə. İlkin ödəniş 10.000 manat olmaqla 48-55 aylıq faizsiz kreditlə. Xırdalan şəhəri mərkəzində hazır binada mənzil sahibi olmağa tələsin. Ünvan Xırdalan şəhəri Heydər Əliyev prospekti 263. Sesini yine ben eşidim.
çatacaksan sen benim hayatımı kurban verirdim tek sesini yine ben eşidim değilsen sevirem ama sen benim yine değilsen. Değilsen sen benim hayatımı kurban verirdim tek sesini yine ben eşidim değilsen sevirem ama sen benim yine değilsen. Təşəkkür. Təşəkkür. Mahnı nə? Qəşəng mahnı idi. Mahnını eşitməmişəm deyəsən mən, hə? Bu ilk dəfə idi sizdə səslənirdi. Yəni yeni Nə mahnı. gözəl. Nə Yeni gözəl. mahnıdır. İlk dəfə sizdə səslənirdi. İlk dəfə bizdə, Bəli. eksklüziv bizdə Dünya TV-də. Çox sağ olun, təşəkkür edirəm sizə. Minnətdarım. Mahnı kimindir? Mahnı bizim production. Mahnı sizindir. Ay gözəl, gözəl. Təbrik edirəm, təbrik edirəm. Təşəkkür edirəm ilk dəfə mahnını bizdə səsləndirdiyiniz üçün. Bir yeni mahnı da yazarsınız, onu da Sultanın təzə verilişində səsləndirərsiniz. Baş. İnşallah, inşallah. Ay canım. Qalxıb işə gəlməyim, bizəndə gələcək. İnanın ki, zövq alıram. Hə, İnanın ki, vallahi- zövq alıram. Yaxşı Adı qonaqlarımız düzün var. deyim, bax, valla biz səhərdən yatmamışıq. Production'daydıq. Çünki bildik ki, yatsaq dura bildik. Ona görə yatmadıq. Biz üz üstə bəlkə də hiss olunur, yuxusuzluğumuz. Heç də hiss olunur. Yəni bildik ki, Çox yatsaq buraxsız. dura bilməyəcək. Ona görə də səhərəcən studiyada mahnılarla belə vaxtı yola verdik. Səhər də gəldik bura. Təşəkkür edirəm gəldiyinizə görə. Təşəkkür Mən də edirəm. dünən məclisdə idim. Aha. Gəldim saat 3, necə yatmışam xəbərim olmur. Səhər saat 7, 10 dəqiqə qalmış elə bir kimsə məni durğuzdu. Deyirəm, valla mən səhər harasa getməliyəm, kiməsə söz vermişəm. Vay Allah. Bir də telefonumu açdım, baxdım, gördüm, aha, doktor. Yəni sən bir dün tək yaşayıram, sən necə kimsə durğuz? Yox, deyirəm, elə bir kimsə məni durğuzdu. Kimdir o? Elə bil də, elə bil. Yəni, Qonşumuz var, Tərlan adıdan biri. Yaşlı kişidir. Gördüm səni. Sultan səni, əziz tamaşaçılarımız. Əzizlərim, mən şeir istəyirəm, sizi bilmirəm. Siz istəyirsinizmi? Günlara xanımla rica edəkmi? Buyur, buyur. Günlara xanım bir gözəl şeir istəyək sizdən. Sevgi şeiri olsun. Bəli, böyük məmnuniyyətlə. Amma musiqi ilə olsun, evindən də xahiş edirəm. Gözəl bir musiqi ilə. Bu verilişdən sonra mütləq mən çıxıb gəlib özümə sevgili tapacağam ki, gözəl belə Günara xanım şeylərini Sən sevgili buradan səhifənin adını deyil. Qoy deyim də xahiş edirəm. Onu bir yazın zəhmət olmasın. Yazır. Yavaş-yavaş da yazın. Instagramımda da özüm otururam, Facebookumda da. Yəni Stol qoyub otursan, yoxsa stres var? Yox, stulsuz oturam, Namiq bəy. Avropa prodüseri official. Yəni bu mənim şəxsi səhifəmdir. Instagramda da, Facebookda da özüm oturam. Öz şəklim Bəli, var. öz şəklimdir. Özü Respublikanın çox bir dəyərli sənətkarı ilə şəklimdir. İlk yəni o başlıqda. Qalanını da elə özüm öz şəklimdir. Özüsən. Bəli, öz Kimsə oturur bilmir kimi. Yox, mənim yerimdə heç kim otura bilməz. Mümkün də deyil. Maşallah 110 kilo adama. Sultanın ayaqqabısını geyinə bilərlər, amma onun yerişi... Bu ayaqqabımı da göstərsinlər qurban. Facebookda mən də özüm ayaqüstə durmuşam. İri planda. Gəl uzanmışam. Sultan çox qəribə ayaqqabım var. Bilirsiniz, mən bunu 2-3 Bu dəfə... sənin tarzındır da. Tarzım dediyindəki qurban sizə, Avropa prodüseri biraz da inkişaf eləməlidir, dəyişməlidir. Ona görə siz qalxın qəşəng qoy çəksinlər belə. Bu köynəyimi də hədiyyə eləyiblər, bir dostumuz var. Abim çəkməyəcəm, iri planla çəksinlər, ayaqqabılarını, kostyumu da hədiyyə veriblər. Ona görə belə dostlardan qoy çox olsun. Gözəl ayaqqabı. Kim istəsə göndərə bilərəm hədiyyə ona Türkiyədə. Baxın ayaqqabıya. Gözəl. Şeirimizi dinləyək. Günara xanımla gözəl bir şeir gəlsin. Böyük məmnuniyyətlə. Saxtadır. O dünyada sevdiyini tapacağam. Bu dünyada sevgi belə saxtadır.
Səmadan torpağa hər gün yağacam, qəlbim donub. Düşüncəmdə yenə səni araram, sənsiz xəyallarına mən dalaram, xatirələrində tənha qalaram. Bu dünyada sevgi belə saxtadır. O dünyada sevdiyimi tapacam, ümid olub arzudan boylanacam, saf eşqin qoynuna mən yollanacam. Bu dünyada sevgi belə saxtadır. Bravo. Mən bir dəstə söz deyirəm. Saxtadır. Yox, sevgi saxta deyil. Əsl sevgi, indi gənclər deyirlər ki, əsl sevgi nədir? Valla əsl sevgi var. Mənim məsələn, bax indi nənəm, babam baxırlar bağda, onlar da səhər vaxtı can sağlayırsa. Babamın adı Arifdir, nənəmin adı Solmazdır. Arif baba ilə Solmaz nənəni öpürəm. Təşəkkürüm edirəm. O qədər çox sevirəm nənələri və babaları. Halbuki bütün Azərbaycan ailələrinə axsaqqal da ağbirçək qismət etsin. Ondan gözəl heç nə yoxdur. Süfrənizin ki, yuxarı tərəfində əyləşdirdiniz onları. İnanın ki, ruzi göydən gələcək. Deməli, mənim babamın 83 yaşı var. Maşallah, Allah can sağlığı. 76. Mənə bunlar 55 illər təqribi, yəni ailəliklər, bu yaxınlarda olanın 55 illəri oldu. İndi hələ mən nəvəsiyəm, bunun nəticəsi də var. Maşallah. Həlim də deyir ki, babam deyir ki, hərdə mən kötücə də görmək istəyirəm, o da ya qismət. Qismət olar inşallah. Buradan da salamlayıram, bütün nənələri, babaları öpürəm, yəni maç eləyirəm. Heç kim, heç bir, valla bizim, mən onlara baxıb nəsə həyatdan öyrəndim, mən onlara baxıb marifləndim. Sultan, bir-birinə olan sevgisini hiss edirsən olar. Valla inan o qədər hiss edirəm, elə paxıllıq eləm hərdən. Hərdən ara qatıram, bax bunu da deyirsə. Sözbazlıq eləyirəm. Amma mən o əsl sevgi bax onların vaxtında. İndi də var, indi elə sevgi, elə dostlarımız var ki, ailəli də gözəl, yəni seviblər, ailə qruplar. Bax o əsl sevgini tapmaq lazımdır həyatda. Onu da düzdür, mən özüm 3 dəfə sevmişəm. 3 dəfədə ayrılmışam. Onda deməli hələ tapmamışam. Bu təzə sevgili axırına çıxmışam. Hələ tapmamısan. Aycan, buyur. Hər kəs məncə birinci özünü sevməlidir ki, onu sevsinlər. Özünüzə dəyər verməyə bacarın. Özünüzü sevin ki, sizi sevsinlər. Sən bununla razı olsan da olmasan da bu belədir. Bir daha söz İnsanlar, son zaman mənim bir dostlarımda var ki, bu egoizm xarakteridir. Özünü çox sevmək məncə... Mən egoizmdən danışmadım. Məncə. İnsan özünü sevməlisən, dəyər verməlisən ki, özünə sənə də sevsinlər, sənə də dəyər versinlər. Özünə hörmət qoymayan insan bu cəmiyyətdə necə hörmət gözləyə bilər? Məncə doğruluq. Bu cəmiyyətdə necə hörmət gözləyə bilər? Mən hörməti demək, biz sevgidən danışırıq. Yəni özünü sevməyən insan başqasından sevgi ala bilməsə... Mənim üçün ən böyük sevgi hörmətdir. Sevdiyin insanın sənə hörmət eləməsidir, dəyər verməsidir. Elədir, Arif müəllim. Mənə elə gəlir ki, bu həyatda sevib sevilmək lazımdır. Onda bu olmasa biraz maraqsız olar. Onda həyatın şirinliyi qaçır. Məncə sevgi cürbəcür olur. Var ana sevgisi, var vətən sevgisi, var uşaq sevgisi, var Allah sevgisi, var doğrudan da öz yarının sevgisi. Yəni hər sevginin də öz ləzzəti, öz şirinliyi var. Tək onun hamısından dada biləsən. Bəli. Dadmısınız? Bəli. Siz. Verilişin aparıcısı Sultan Deli olan ne baxırsınız? Nurana xanımı desən. Mikrofon verir ki. Yox, mikrofon verəcək. Yaxşı, deyin görüm, dadmısınız? İndi bunlar subaydılar, indi... Ona görə bilmək istəyirəm də, hə? Əlbəttə ki, həyat vətən... Hər insanın həyatında olur sevgi. Sevgisiz, necə deyim, həyatın anlamı da olmaz. Namiq müəllim demişkən. Yəni, hər bir insanı, mən düşünmürəm ki, yəni bu yaşına gəlib çatmış hər hansı bir insanın sevgilisi olmasın həyatında. Yəni, elə olur, sevgili olursan, həyat da qismətdir, gətirmir, ya anlaşa bilmirsən. Hakim sevgi yaşamısan? Məndə olub, çoxdan olub, amma qarşılıqsız olub. Qarşılıqsız? Qarşılıqsız olub. Heç bilmir o? Necə? Heç o bilmədi? Bildiyi sadəcə qarşılıqsız oldu. Qarşılıq vermədi. Bu yaralı. Aha. Verəcəm biraz. Aha. Yəni... Onda səndə o çox belə deyim də incə xatirələr saxlayıb da səndə yaralı yeridir. Mən üzr istəyirəm, mənim bir dostum var, dostum deyəcəm. O sevgiyə inanmır. O deyir ki, yəni sevgi çox istəmək deməkdir.
Sevgi yəni, çox çox istəyirəm, yəni sevirəm deməkdir. Mən hardasa o sözlə, hardasa əvvəllər razılaşmırdım. Amma indi fikirləşirəm ki, doğrudan düz deyil. Məsələn, bax, götürək Aydın məsələsində, onlarda bəlkə də bir-birlərini istəmək olur. Çox istəyiblər. Amma istək hardasa mötəzədə sevgi ilə, söz ilə əvəz olunur. Ancaq öyrəşmək daha çox. Öyrəşmək, vərdiş etmək sevgi deyil. İndiki zamanədə mən belə başa düşürəm ki, indiki zamanədə Leyli Məcnun, Romeo və Julietta doğrudan da tapmaq, mənə gəlir ki, çox nadir hallar var. Amma var. Var, çox nadir hallar var. Var, zəngimiz var. Alo, görək kimdir bizə zəng edən? Alo, hardandır zəngimiz? Sabahın xeyir olsun. Sabahın xeyirlər açılsın. Salamlayıram. Teşekkür. Oktay başta olmaq şəhərdə Evraz qrupu. Evraz qrupu bilə sağlığı var. 5-ci ildə bu Evraz qrupu yaranır. Ben onlardan çox xahişlə bir daha şəhərdə düşük baxdım. Neçənci ildə yaranmışsınız? Yaranmışıq 2000-ci il sentyabr 17-si. İkinci sualınız necə oldu? İkinci nə sual verdi? Rüfətli daha sözü istədim. Evraz qrupuna deyir belə sağlığı var ki, neçənci ildə yaranıb bu Evraz qrupu. 2000-ci il. Sən şuxmalı istəyərdin. Sən şuxmalı istəyirlər, şuxmalı. Şuxmalı istəyirlər. Deməli, 2000-ci ildə sentyabr ayının 17-sində yaranıb. Bu il 16-cı illərini qeyd edəcəklər sentyabr ayının 17-sində. Şux mahnı istəyəcək, şux mahnımız olacaq proqramın sonunda. Proqramın sonunda şux mahnımız olacaq. Onsuz elə proqramımızın sonuna gəlib çıxmışıq, əziz tamaşaçılarımız. Neçə mahnı oxumağa imkanımız qalıb? Bir mahnı oxumağa imkanımız olacaq. Bir mahnımız qalıb. Orada gələ rejissorumuzda xahiş edəyik, çünki orada bir şux mahnı qoyur. Biz İsmail'dən xahiş edilərik, bizə rejissorumuza buyur. Ya mən deyə bilərsiniz yəni rejissorumuza ki, hansı İsmail, dur zəhmət olmasa xahiş edirəm. Bizim deməli əziz tamaşaçılarımız proqramımızın sonuna gəlib çıxmışıq. Bilmirəm biz yekdil nəticəyə gələ bildik, gələ bilmədik. Bu elə bir mövzudur ki, doğrudan da sosial şəbəkələrlə bağlı mövzu. Elədir ki, bunu bir proqramla, bir verilişlə yekdil bir fikrə gəlmək mümkün deyil. Bu sahədə fikirlər o qədər müxtəlifdir, o qədər müxtəlifdir. Nə qədər insan varsa, inandırım sizə ki, sosial şəbəkələr haqqında söhbət, mövzu ətrafında bir o qədər də fikir olacaq. Fikir müxtəlifliyi çoxdur. Amma mən sizə təşəkkür etmək istəyirəm bugün proqramımıza gəldiyinizə görə. Günlara xanım, çox sağ olun, çox xoş oldu sizi proqramımıza gördük. Mən sizi proqramımıza yenidən görmək istəyirəm. Sultan əzizim, sənə bir daha uğurlar diləyirəm və qeyd etmək istəyirəm ki, əziz tamaşaçılarımız, Sultan bu yaxınlarda Dünya TV ailəsinə qoşulacaq və sizlər üçün bir şou proqram deyək, əyləncəli 2 saatlıq canlı efir. Və buradan da bütün gənclərə, əslində gənclər və belə deyim, bizim orada bir layihədə böyük bir dünən mənə o ideya gəlib. İnşallah görün nə qədər uğurludur ki, bugün anonsunu çəkilir, yəni verilişin anonsunu. Çox gözəl. Buradan da bütün gənclərə kim model olmaq istəyirsə və bu doğrudan da əsl model formatında gəlsinlər, yoxsa elə insanlar mənə yazdılar ki, heç modellərdən xəbəri yoxdur. Ona görə mənim səhifəmə izləsinlər, Avro Prodüseri official səhifəm var Instagramda. Diqqətlə izləsinlər, baxsınlar. Kimlər gələ bilər? Bəli, bir də ki, bütün Dünya TV rəhbərinə təşəkkürümü bildirəm ki, bu projeni dəstəklədiyi üçün, sizə də minnətdarlığımı bildirəm dəvətiniz üçün. Buradan da bütün dostlarıma indi at çəkməyəcəm. Hamına salamlayıram, hamını öpürəm. Əsasən də Avropada yaşayan dostlarımı öpürəm. Çox gözəl, əzizlərim, mən də Lady Şarım mağazasına təşəkkürlərimi bildirmək istəyirəm. Əziz xanımlarımız, şarımlı və dəbli geyinmək istəsəz, bu mağazalara müraciət edə bilərsiniz. Mən xüsusilə inşaatçılar metro stansiyasının yaxınlığında yerləşən Lady Şarım mağazasını diqqətinizə çatdırmaq istəyirəm və bu mağazada çalışan bütün xanımlara təşəkkür edirəm. Hər biri çox zövqlüdür. Bu mağazaya gələn xanımlara yaxından kömək edirlər. Amma mən Röya xanıma xüsusi təşəkkürlərimi bildirmək istəyirəm. Mən hər zaman Röya xanımın zövqünə inanıram və onun zövqü ilə də geyinirəm. Təşəkkürlər Lady Şarma və əzizlərim, bugünlük bu qədər. Özünüzdən müğayət olun, özünüzə yaxşı baxın. Sabah səhər yenə gələcəm evlərinizə. Sizin hər birinizə sabahınız xeyirlərə açılsın deyəcəm. Bir daha təşəkkürlərimi bildirəm. Naviklərim, çox sağ olun. Və sonda tamaşaçının xahişi ilə bir şux mahnı, həm də bir söz verdiyim kimi sizin şeiri uyğun dəniz haqqında mahnı və bir daha sizə öz minnətdarlığımı bildirirəm bu gözəl verişə bizi dəvət etdiyiniz kimi və gözəl
qonaqlarla birgə oturub gözəl söhbətlər etdiyimizə görə və tamaşaçılara da minnətdarlıq bildirirəm. Təşəkkür, təşəkkür. Gəlsin bizim üçün dəniz haqqında mahnımız. Buyurun. Tofiq Quliyev. Əs küləyim, coş dənizim, qanadlar açır gəmimiz, gəmimiz, gəmimiz. Dalğa bizim, tufan bizim, anamızdır bu dəniz, bu dəniz, bu dəniz. Kızlar bize göy deniz əzizdir, göy deniz əzizdir. Sevgilimiz dənizdir, dənizdir, dənizdir. Yelken kimi biz açırıq Xəzəri, Mehriban Xəzəri. Neft alınca vur hüdəri, biz açırıq gözəlim, gözəlim, gözəlim. Kızlar bize göy deniz əzizdir, göy deniz əzizdir. Sevgilimiz dənizdir, dənizdir, dənizdir. Deniz əzizdir, sevgilimiz dənizdir, dənizdir, dənizdir. Deniz əzizdir, sevgilimiz dənizdir, dənizdir, dənizdir.